Salam, sabahınız xeyir olsun dəyərli Space TV izləyiciləri. Bugün dekabr ayının 9-unda yenə də qarşınızdayıq. Xəbərin izində proqramını aparıcınız mən Səidə Bəkir qızı təqdim eləyirəm. 2 saat boyunca sizinlə bərabərliyimiz davam eləyəcək və bu vaxt çərçivəsində bizi izləsəz çox mətləblərdən agah olacaqsınız. Qaynar xəttimizə gələn şikayətləri yenə də aidiyyatı üzrə qurumların diqqətinə çatdıracaq. Sosial şəbəkələrdə gündəm olanlardan da xəbər verəcəyik və eyni zamanda əməkdaşlarımızın araşdırdığı şikayətləri də sizin diqqətinizə çatdıracaq. Qısaca anonslara keçmək istəyirəm. Bakıda Neftçilər metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verdi. Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin qohumu niyə qətlə yetirildi? Azparkingin əməkdaşı aynanın fırıldağından danışdı. Yasamalda küçələrin birində qəribə avtomobil görüntüləndi və bu avtomobil sosial şəbəkələrdə gündəm olmağı bacardı. Satışda nə az, nə çox 30.000 manatlıq yolka var. Bahalı və ucuz yolkalardan da sizə xəbər verəcəyik. Kartından pul çəkmək istəyən dələduza verdiyi cavab onu məşhurlaşdırdı. Bununla da bağlı xəbəri diqqətinizə çatdıracaq. Dəyərli izləyicilərimiz, çoxdur xəbərlərimiz, çoxdur məlumatlarımız. Yetər ki, 2 saat boyunca bizi izləyəsiniz. Ötən gecə baş verən bir qətl hadisəsi ilə başlamaq istəyirəm proqramımızı. Belə ki, deməli, Bakıda Neftçilər metrosu yaxınlığında ağır cinayət hadisəsi baş verib. Həmin ərazidə yaşayan Nicat adlı şəxs öz evində güllələnərək qətlə yetirilib. Hadisənin təfərrüatları araşdırılır və rəsmi qurumlar tərəfindən geniş açıqlamanın veriləcəyi gözlənilir. Qətlə yetirilən şəxsin tanınmış akademik Milli Məclisin deputatı, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu olduğu iddia edilir. Bu məlumat da dəqiqləşdirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. Hadisənin motivi və səbəbləri ilə bağlı araşdırma davam eləyir və qeyd eləyək ki, yeni faktlar var bu güllələnmə hadisəsi ilə bağlı. Bildirilir ki, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat güllə yarasından həyatını itirib və Nicat akademik İsa Həbibbəylinin himayəsində olub. O, müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib. Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb. Mərhumun 37-38 yaşlarında olduğu bildirilir. İlkin versiyaya görə o özü həyatına son qoyub. Amma qeyd etdiyim kimi, dəyərli izləyicilərimiz, bununla bağlı araşdırma aparılır və müxtəlif xəbər saytlarına da tez-tez biz nəzər salacağıq. Əgər bununla bağlı hər hansısa bir yenilənmiş xəbər olarsa, təbii ki, sizin də diqqətinizə çatdıracağıq bu xəbərləri. Davam edirik. Azərbaycan ilə İran arasında əlaqələr yüksək səviyyəli səfərlərlə daha da güclənir. Dərin tarixi kökləri olan ölkələrimiz və xalqlarımız arasında münasibətlər, dostluq, əməkdaşlıq, o cümlədən də qarşılıqlı prinsiplərə əsaslanır. Bu fikirləri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov İranlı həmkarı Seyid Abbas Əraqçı ilə keçirilən mətbuat konfransında səsləndirib. Nazirlər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa da toxunublar. Görüşdə iki ölkə arasında iqtisadi, siyasi, enerji, nəqliyyat, kommunikasiya, regional və qlobal məsələlərlə bağlı müzakirələrin aparıldığını deyən Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 650 milyon, bu ilin 10 ayında isə 520 milyon dollar civarında olduğunu, bununsa ölkələr arasındakı potensialı tam əks etdirmədiyini bildirib və qeyd edib ki, tərəflər ticarət əlaqələrinin artırılması istiqamətində də müzakirələr aparıblar. Hal-hazırda Ağbənd, Kəlalə avtomobil körpüsünün inşası uğurla davam etdirilir və hesab edirik ki, 2026-cı ilin ilk aylarında həmin körpünün başa çatması həyata keçiriləcək və mövcud olan Araz çayı üzərindən olan bütün körpülərlə müqayisədə məhz bu körpünün buraxılış qabiliyyəti ən yüksək olacaq. Hesab edirik ki, bu iki ölkə arasında nəqliyyat, kommunikasiya, ümumilikdə ticarət
əlaqələr kontekstində çox böyük bir töhfə olacaqdır. Nazir qeyd edib ki, bugün keçirilən görüşlər zamanı beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-İran münasibətlərinə nəzər salınıb. Regional formatlarda, həmçinin siyasi-iqtisadi sahələrdə, habelə Azərbaycan-İran, Rusiya və Azərbaycan-İran-Türkiyə üçtərəfli formatlar barədə müzakirələr aparılıb və bu dialoqun davam etdirilməsi planlaşdırılır. İranın Xarici İşlər Naziri Seyid Abbas Ərakçı da Azərbaycan-İran əlaqələrini daha da inkişaf etdirmək, şimal-cənub və digər nəqliyyat dəhlizlərini gücləndirmək istədiklərini bildirib. O, bundan əlavə enerji sahəsindəki mövcud əməkdaşlığı da davam etdirmək niyyətində olduqlarını deyib. Biz həmçinin regional və geosiyasi vəziyyətlə bağlı da fikir mübadiləsi apardıq. Qafqazla və 3+3 formatı ilə bağlı məsələləri də müzakirə etdik. Bu platforma regionda sülh və sabitlik üçün önəmlidir. Bizim xarici siyasətimizdə əsas prioritetlərdən biri də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsidir. Əminəm ki, iki ölkə arasında əlaqələr bundan sonra da inkişaf edəcək. İcazə verməməliyik ki, hansısa bir tərəf münasibətlərimizə xələl gətirsin. İranlı nazir həmçinin iki tərəfli və üç tərəfli görüşlərin regionda sülh və sabitliyin gücləndirilməsi üçün faydalı olacağını vurğulayıb. Bölgə yeni mərhələyə hazırlaşır. Cənubi Qafqazda yeni reallıqlar və status quo yaranır. Belə bir məqamda bu kövrək münasibətləri qorumağın vacibliyi önə çəkilir. Elə Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də bununla bağlı çağırış edib. Həlledici sülh anına sürətlə gedilməkdədir. Regionun nəfəsi bir daha siyasi bəyanatların ritminə uyğun dəyişir. Elə bu günlərdə prezident köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də çağırış etdi. Prezident köməkçisi Azərbaycan-Ermənistan nizamlama prosesində geriyə addım atılmamasının zəruriliyini qeyd edərək beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacın olduğunu bildirdi. Biz sülh günləri ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır? İlk növbədə siyasi dəstək və əlbəttə siyasi iradə lazımdır. Mövzu ilə bağlı danışan siyasi təhlilçilər də prezident köməkçisinin bu xəbərdarlığının əslində bölgəyə həm siyasi mesaj, həm də diplomatik yön göstərən bir siqnal olduğunu deyirlər. Bildirirlər ki, sülh masasında hər sözün, hər jestin ciddiyə alındığı bir dövrdə verilən bu bəyanat prosesin nə qədər həssas mərhələdə olduğunu göstərir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin Dohada etdiyi çağırışlar birmənalı olaraq Ermənistanda yaranmış siyasi vəziyyətin və siyasi proseslərə yönəlik bir çağırış idi. Ermənistan cəmiyyətində revanşist qüvvələr hələ də vardır. Bilirsiniz ki, müxalif partiyalardır, kilsədir. Bütün bunlar eyni zamanda onların xaricdən qidalanan deməli qurumları, həmçinin xaricdə havadarları Ermənistan, Azərbaycan münasibətlərini xələl gətirmək bu gün də niyyətindədirlər. Hikmət Hacıyevin bugün dünyada yeni münaqişə ocaqları yaransa da heç olmasa Cənubi Qafqaz regionunda bir münaqişə səhifəsinin bağlanması müsbət xəbərdir deməsi çox mühüm bir məqamdır və bunu yaxın zamanlarda sülh müqaviləsinin imzalanacağının müjdəsi də saymaq olar. Və 8 avqust 2025-ci il tarixdə Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Vaşinqtonda imzalanmış əsas sazişə doğru iki tərəfli sazişin məhz müvafiq bəndlərinin icrası prosesinin biz şahidiyik və bu günləri tam əminliklə demək olar ki, Cənubi Qafqazda, regionda gələcəkdə dayanıqlı bir sülhün biz şahidi olacağıq. Sülhün taleyi indi təkcə davranışlardan deyil, həm də sözlərdən keçir. Bu baxımdan verilən hər bəyanatda ehtiyatlılıq və məsuliyyət çox önəmlidir. Prezident köməkçisinin çağırışı da məhz buna işarədir. Necə deyərlər, bölgənin gələcəyini indi ritorika yox, real iradə müəyyən edəcək.
Davam edirik dəyərli izləyicilərimiz 077 379 07 47 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa və bizim işıqlandırmağımızı istəyirsinizsə probleminizi şərhli formada video çəkərək bizim qaynar xəttimizə göndərin. Digər xəbərlərlə davam eləyirik. Türkiyədə 5-ci dünya çempionatı keçirilib. Nə üzrə keçirilib bu çempionat? Bununla bağlı xəbər diqqətinizə çatdıracağım. Alpaqut idmanının 5 növü üzrə Batur, Qurşaq, Caymaz, Ayça və Kaçut növü üzrə Türkiyənin Bursa şəhərində 4-7 dekabr tarixlərində 19 ölkənin qoşulduğu 5-ci dünya çempionatında Azərbaycan Alpaqut yığması 50 idmançı ilə təmsil olunub. Bu yarışda millimiz 26 qızıl, 10 gümüş və 10 bürünc medal qazanıb. Yasanmal Alpaqut filialı Orxan Baxşəliyev və Tural Yahyayevin rəhbərliyi ilə Qurşaq növündə 8 idmançı ilə təmsil olunub və 7 qızıl, 1 bürünc medalla vətənə geri dönüblər. İdmançılarımızı təbrik eləyirəm, uğurları bol olsun söyləyirəm. Davam edirik dəyərli izləyicilərimiz. Sosial şəbəkədə bir vətəndaşın yayımladığı görüntü gündəm oldu. Bu görüntü nədən ibarət idi? Güya hansısa bir bank əməkdaşı həmin şəxsin telefonuna zəng eləyir və ona suallar verir. Ənənəvi dələduzluq, artıq demək olar ki, buna alışmışıq, insanlara zəng eləyib, mən hansısa bir bankın əməkdaşıyam deyirlər. Ondan sonra da insanları, necə deyərlər, aldadaraq onların özlərinə məxsus bütün şifrələri əldə edib kartlarından pul çəkirlər. Növbəti dəfədə belə bir hadisə yaşandı, amma bu dəfə dələduzlar sevinə bilmədi. Çünki zəng elədikləri adam onlardan daha çox bilmiş oldu. İzləyək. Müəllim, siz narahat edir Azərbaycan Beynəlxalq Bankı Təhlükəsizlik İdarəsinin baş mütəxəssisi Cavid Mirzəyev. Bəli, buyur. Eşidirsiniz müəllim? Bəli, eşidirəm qardaş, buyur, eşidirəm. Müəllim, sonra müəllim, hal-hazır sizin yoldaşınızla nə əlaqə saxlamışdı? Üzr istəyir, yoldaşınız yoxsa qızınızdır? Bəli. Düzdür müəllim? Bəli. Üzr istəyir, yoldaşınız hal-hazır xəttini sonlanırdı hal-hazırda. Deyin görüm qardaş, nə lazımdır sizə? Göndər kodu verin. Göndər qadarım, göndər 4 rəqəmli kodu verin, göndər. 4 rəqəmli kodu göndərək müəllim siz hal-hazırda. Hərdən qadarım, göndər verim, görüm nə qədər pul çəkməksiniz? Başa düşmədim. Nə qədər pul çəkməksiniz deyirəm? Mənim hal-hazır pul biz çəkmirik, başa düşürsünüz bunu. Canın sağ olsun, qoy çəksinlər, bizim pulumuz çoxdur. Sizin pulunuz çoxdur? Hə. Ay müəllim, biz sizdən hal-hazır soruşmadıq. Narahat olma, qoy çəksinlər də, nə qardaş açıq qoymuşam, mənim kartım çöldə kasım adamlara da verirəm ki, lazım olub. Belə yerdə deyirlər ki, daş qayaya rast gəlib və dırnaqarası banka əməkdaşlarını şoka saldı. Daha cəld tərpənən həmin bu vətəndaş. Bəli, dəyərli izləyicilərimiz, sizə hansı soru-sualın olunmasından asılı olmayaraq öz bank hesabınızı heç kimə inanıb, güvənib verməyin. Davam edirik. Asparking əməkdaşı Aynanın, yəni Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fırıldaqlarını açıqlayıb. Asparkingin keçmiş əməkdaşı, hər halda keçmiş əməkdaşdır, çünki hal-hazırda orada işləsəydi, yəqin ki, işini itirmək qorxusu ilə belə bir riskə getməzdi və Asparkingin əməkdaşı sürücülərin başına nə oyun açırlar, belə deyə bilərəm. Başına nə oyun açırlarsa, o gizlinləri açıb töküb. Bunların öz auditləri var və bunlar başda olmaqla Zalış Zeynalov və İlkin bəy audit. Deməli, bunlar nə edirlər? Bildiyimiz kimi Aspark MMC-də ödənişlər onlayn şəkildədir, nağd şəkildə olunmur. İnsanlar vaxt açaraq maşınların parklama məntəqələrinə daxil edib maşınlarını park edirlər. Bunlar əraziyə gizlində avto olaraq həmin maşınların vaxtını bağlayırlar və biz avtomatik olaraq bunları sisteminə qoyduğumuz zaman maşınların vaxtını görmürük və onları monitoring edirik. Və bu zaman vətəndaşlar əsəbləşərək üstümüzə gəlir ki, biz vaxt açdığımız halda biz cərimə olmuşuq. Yəni biz də özümüz də dəfələrlə araşdırıb beləsində görmüşük ki, bunu bizim şirkətimizin, yəni öz rəhbərliyimiz Zalış Zeynalov və audit İlkin bəy edir.
bu sübuta yetmişdir və bizim əlimizdə faktlar da var. Və bunlara təlimat verənlər xidmət rəisi Bəşirov Yalçın və bölgə müdiri Azər Seyfullayevdir. Belə bir iddiası var Asparkingin əməkdaşının, yenə də deyirəm, böyük ehtimal ki, keçmiş əməkdaşıdır. Düzdür, orada Asparkingin geyimində də hansı ki, onlar sarı jiletdən istifadə eləyirlər. O geyimdədir, bilmirəm indi əməkdaş işləyir, amma inanmıram ki, hansısa bir qurumu bu şəkildə gizlinlərini açıb tökən əməkdaş yenə də orada işləyə bilsin. Bu inandırıcı görünmür, amma bütün hallarda belə bir məsələnin olduğunu qeyd etdi. Biz, yəni insanlar maşınlarını park eləyirlər, orada sonra elektron qaydada onun ödənişini həyata keçirirlər, amma sonra bunlar anladığım qədərilə, yəni o müddəti saxlayırlar, saxladıqlarına görə həmin sürücülərə cərimə yazırlar. Neysə ki, belə araşdırılmağı tələb eləyən bir məsələdir. Çünki bütün hallarda iddia da ola bilər, fakt da ola bilər. Hər halda Asparkingin əməkdaşı niyə yalan danışsın ki, istəyir bir zamanlar olan, istəyirsə də ki, indi olan. Amma bütün hallarda bəli araşdırma tələb eləyən məsələdir. Davam edirik, dəyərli izləyicilərimiz. Ötən günlərdə sosial şəbəkələrdə bir görüntü çox maraqla qarşılanıb. Hansı ki, üzərində bir quraşdırılmış qurğu olan avtomobil Yasamal küçələri ilə hərəkət eləyir və bunu paylaşan şəxs deyir ki, bilən varmı ki, bu nə avtomobildir, qeyri-adi avtomobil deyə anladır. Bunu insanlara deyir ki, bu qeyri-adi avtomobil bu küçələrdə gəzərək nəyi çəkir, nələri lentə alır, belə bir sual da ünvanlayıb. Sosial şəbəkələrdə həmin o görüntünü izləyək, ondan sonra isə bu görüntüyə hansı şərhlər yazılıb, onu da sizə təqdim eləyəcəm. Bu kim deyə bilər, nə olan şeydir bu? Bunlar kameranı qoyublar, giriblər, yasamallar, fırlanırlar. Dörd tərəfi kamera. Nədir bu? Ne üçündür bu? Əgər anlayışı olan varsa, zəhmət olmasa bir yazsın, bir xəbər eləsin. Soruşursan da sen emirlər, yandırıb alır, elini sürür. Fırlanır yasamalın içində. Və bu şəxsin sualına da cavab verənlər tapıldı. Bu maşının funksiyası nədən ibarətdir? Niyə belə bir maşın Yasamal küçələrində gəzir? Müxtəlif fikirlər səsləndirilib, bununla bağlı şərhlər yazılıb. Sosial şəbəkələrdə həmin şərhlərdən bir neçəsini sizə təqdim eləyəcəyik. Google Maps deyir, şəkilləndirmə ilə xəritə hazırlayır cavabını verən var. Bu küçələri Google'a salmasaz yaxşıdır, dünya yaşayışımıza güləcək deyir izləyicilərdən biri. Və Həsənli adlı bir izləyici deyir ki, dayı deyir, çox arxası ilə getmə, o yol boyu sənin selfini buraxacaq və dayı Google-da arxivə düşdü, Google xəritədir, bu maşın xəritə çəkir deyə cavab verənlər də oldu. Digər şərhlər də elə buna uyğundur. Telegüllədir şəhərə çıxıb deyənlər var, Waze üçün yol xəritəsidir deyənlər var. Qayi maşınlarında da 4 kamera var, mayakın üstündə bir dəfə saxlayıb soruşmazlar. Kamerada da GPS 3D xəritələnmə üçün Google Maps-in maşını olmalıdır. Dayı məhləni partladacaqlar, yadellilərdir və digəri də yazır ki, küçələrin görüntüsünü çəkir ki, sabah həmin küçəyə Google Maps üzərində də baxmaq olsun. Yəni, maraqlı fikirlər idi. Bunu da sizin diqqətinizə çatdırım. Bəlkə həqiqətən də bu maşının elə mənim kimi, mən məsəl üçün şərhləri oxumasaydım, bilməyəcəkdim ki, Google Maps üçün orada fotoşəkillər çəkilir. Amma şərhlər bu baxımdan, suala cavab tapmaq baxımından olduqca əhəmiyyətli oldu. Bilməyənlər üçün də aydın oldu ki, Yasamal küçələrində gəzən maşından ehtiyat etmək lazım deyil. Çünki Yasamal küçələri də Google Maps-ə salınır.
Davam edirik, dəyərli izləyicilərimiz. Abşeron rayonu Masazır qəsəbəsində avtomobil yanıb, təəssüf ki, nəticədə bir nəfər dünyasını dəyişib. Hyundai ilə toqquşan BMW markalı minik avtomobili anidən alovlanıb, nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Aparılan tibbi müdaxilələrə baxmayaraq Qurbanəli Ağaoğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam edir. Faktla bağlı araşdırma aparılır. Bir daha təkrar görüntünü verək mümkünsə bura. Və gördüyünüz kimi avtomobil də yanır belə. Və yox, o toqquşmanın görüntüsünü mən görmək istəyirəm. Orada demək ki, o Abşeron idi. Elə o Abşeron. İndi mən hansı xəbər oxudum? Abşeronun xəbərini oxudum da. Abşeron rayonu Masazır qəsəbəsində avtomobil yanıb xəbəri idi mənim oxuduğum. Amma o toqquşma başqa xəbər idimi? Hə, o 3 nəfər. Onu da demək ki, siz görüntü ilə çaşdırdınız məni. Deməli, hadisə ötən günü baş verdi və axşam saatlarında baş verdi. Nəqliyyat avtomobili yandı, avtomaşın yandı və təəssüf ki, bir nəfər də orada dünyasını dəyişdi. Bundan öncə olan görüntünü o zaman təkrar verək biz, hansı ki, Abşeronda qəza 3 nəfərin həlak olması görüntüsü. Onun elə üzərindən danışaq. Bəli, bu görüntüdən gedir söhbət. Deməli, ötən gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda qəza olub. MAN markalı yük avtomobilini idarə eləyən Ümidvar Abbasov idarəetməni itirib və qarşıdan gələn Toyota markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində Toyota markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariya Məmmədova hadisə yerində həyatlarını itirib. Daha sonra isə bir sərnişin Mübarək Məmmədov isə xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Nəyə görə dedim bunun görüntüsünü təkrar verin? Çünki mənə elə gəldi. Bu onda dönmə əməliyyatını sürətlə həyata keçirib də böyük ehtimal ki. Bəli, dönmə əməliyyatını sürətlə həyata keçirdi və nəticədə 3 nəfər də dünyasını dəyişdi. Dəfələrlə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi bununla bağlı sürücülərdən az qalır ki, xahiş eləsin-də. Dəfələrlə xəbərdarlıq eləyirlər, dəfələrlə bununla bağlı məlumatlar verirlər. Bu cür faktları göstərirlər ki, döngə olan ərazidə dönmə əməliyyatını sürətlə həyata keçirməyin. Bir də iri tutumlu maşınlar o qədər sürətlə hərəkət eləyir ki, yollarda. Yəni, qarşısından qaçmasa mütləq şəkildə səni əzib keçəcək. Çox xahiş eləyirik, dəyərli sürücülər, bəzən yağışlı havada hətta kiçik tutumlu minik avtomobillərini yığıb yığışdırmaq olmur. Bir də üzərindən siz belə ağır çəkili yük maşınlarını idarə eləyirsiniz. Və heç nə öz həyatınızla maraqlanırsınız, nə qarşıdan gələn insanların həyatı ilə bağlı narahat olursunuz. Yenə də deyirəm, dəfələrlə az qala hər gün bununla bağlı çağırış olunur ki, yağışlı havada sürət həddi endirilirsə, sürət həddinə uyğun yol hərəkəti qaydasını həyata keçirin. Yox, yağışlı havada isə, quru havadırsa, günəşli havadırsa, bu sizə əsası vermir ki, döngə olan yolda gəldiyiniz sürətlə dönəsiz. Dönə bilmirsiniz gəldiyiniz sürətlə. Demək olar ki, 100 maşından 90'ı dönə bilmir gəldiyi sürətlə. Çünki mümkün deyil o sürətlə dönmək. Mütləq dönmə əməliyyatını həyata keçirən sürücülər diqqətli olmalıdırlar. Düzdür, burada idarəetməni itirib deyib, amma bütün hallarda sürətli gedəndə bəli, idarəetməni itirirsən də, çünki artıq maşın sənin əmrlərinə tabi olmur. Sən onun əmrinə tabi olursan, ya öləsən, ya qalassan, ya da ki, həyatını bir ömür şikəst kimi, qüsurlu kimi davam etdirəsən. Özünüzə də yazığınız gəlsin, insanların həyatına da yazığınız gəlsin. Amma çox təəssüf ki, dünyada hər gün minlərlə insan məhz avtomobil qəzaları səbəbindən dünyasını dəyişir. Davam edirik. Biləcəri bazarındakı antisanitar vəziyyətdən danışacağıq. Belə ki, Bakı şəhəri Binəqədi rayonunda fəaliyyət göstərən fiziki şəxs Rauf Məmmədova məxsus Biləcəri ərzaq bazarında balıqların süd və turşu məhsullarının soyuducudan kənarda üzəri açıq şəkildə saxlama şəraitinə və temperatur rejiminə əməl edilmədən satışa çıxarıldığı müəyyən edilib. Qida Təhlükəsizliyi Agentliyinin bazarda keçirdiyi monitorinq zamanı bazarda ət və süd
süd məhsullarının sənədlərinin olmadığı, konservləşdirilmiş məhsulların etiket məlumatlarının qeyd edilmədiyi aşkar edilib və işçilərin xüsusi geyim ilə təmin olmadığı müəyyən edilib. Nöqsanlarla bağlı bazar rəhbərliyinə icrası məcburi olan göstərişlər verilib. Ağdamda narkoman sürücü həbs olunub, Ağdaşda daha doğrusu. Ağdaş polisi Fiat markalı avtomobilin sürücüsü Kamal Məmmədovu manevr etmə qaydasını pozduğu üçün saxlayıb yoxlama zamanı Kamal Məmmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib və hərəkətləri şübhə doğurduğundan o tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marihuana istifadə etdiyi məlum olub, həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə o bir ay müddətinə inzibati qaydada həbs olunub. Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Xudadat Məlikəslanov küçəsi 2-ci döngədə sakinlərin gündəlik istifadə etdiyi yol bərbad vəziyyətdədir. Dostlar, bu sujet toz torpaq, qışda da palçıq əlindən hərəkət eləyə bilmirlər. Bəs sakinləri sözün əsl mənasında təngə gətirən yol probleminə niyə əncam çəkilmir? Mövzunu əməkdaşımız Günəş Rızayeva araşdırıb izləyək. Bərbad vəziyyətdə yollar, palçıq və gölməçələr. Biləcəri qəsəbəsində xüsusilə yağışlı havalarda ərazidə acınacaqlı vəziyyət yaşanır. Yollar çala-çuxur keçilməz vəziyyətdədir. Elə vəziyyətə düşür ki, nə nəqliyyat vasitələri hərəkət edə bilir, nə də sakinlər rahatlıqla gedib gələ bilirlər. Sakinlər deyir ki, əsas küçələrə asfalt çəkilsə də, yalnız bir küçə gözdən könüldən kənar qalıb. Skoru gəlmir, taksi gəlmir, baxan yoxdur, bir sözünür. Asfalt yoxdur, palçıqdır. Mənim şalvarım niyə palçıq olmalıdır? Mən şəhərə çıxa bilmirəm. Bunun dərdindən ki, mən buradan Asmanovkaya gedərə qədər mənim paltarım palçıq olur. Bu yola baxan yoxdur. Böyük də məsafə deyil. 200 metr məsafə yoxdur. Bu yola arxa küçələr hamısı asfaltlanıb. Hər yerə də müraciət eləmişik, ərizələr yazmışıq, heç kəs gəlib baxmır, maraqlanmır. Skoru çağırırıq, skoru deyir ki, küçəviz pis gündədir, gəlirlər binanın başında dayanırlar. Taksi çağırırıq, taksi vəbşə yaxın gəlmir ki, maşının altı dəyir. Sakinlərin problemi təkcə yollarla bitmir. Ərazidə sakinlər kanalizasiya sistemini öz hesablarına çəkiblər. Digər yanaşı ərazilərdə də kanalizasiya sistemi olmadığından kanalizasiya çatdırmır. Çatdırmır, yoldan keçir, həyətlər, qapılar açılır, sular dolur içəri. Oradan da evin altına dolur. Az qala qayıqla burada gəzək. Mən özüm su üstünə səhər-səhər gəlib gəlmişəm. Niyə lazımdır bu ya? Hansı əsrdə yaşayırıq? Bu suyu biz vedrənəmə aparaq, vanlarından aparaq. Bizi bir yolunu göstərdin, biz bu yolu çəkək buradan. Suyu aparaq buradan. Bəs sakinləri təngə gətirən yol problemi niyə həllini tapmır? Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətindən bildirildi ki, qeyd edilən ünvanda asfalt örtüyünün yenidən qurulması və bərpası ilə əlaqədar aidiyyatı quruma müraciət edilib. Prosesin icrası mərhələli şəkildə həyata keçiriləcək. İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə isə bildirildi ki, həmin ərazidə təchizatın qurulması məqsədi ilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Mərhələlərlə aparılır, mərhələlərlə həyata keçiriləcək, mərhələlərlə olacaq. Siz də şikayətinizi çalışın mərhələli şəkildə yavaş-yavaş və bir-bir aidiyyatı qurumların diqqətinə çatdırın. Hamısı birdən olanda necə deyirlər, o kompüterin beyni error verən kimi bizim aidiyyatı qurumlar da error verirlər. Ona görə də açın qulağınızı, eşidin. Mərhələli şəkildə hər şey olacaq və bizim bütün dərdlərimizə çarə tapılacaq. İndi bilmirəm, valla biz qarğa ömrü kimi 300 il yaşayacaq. Bunu da dəqiq bilmirəm, qarğa ümumiyyətlə 300 il yaşayırmı, yaşamırmı? Bu da bir sual doğulur. Amma bütün hallarda indi Allah bizə nə qədər ömür verib, bu mərhələni görə biləcəyikmi, bilməyəcəyik, eybi yoxdur da, necə deyərlər, biz ölsək də övladlarımız ya da ki, nəvələrimiz görər. Şükür Allaha ki, yəni Sumqayıtda belə bir problem yoxdur, ümumiyyətlə gölməçəli yollar filan, o problem yoxdur. Amma yəni ümumiyyətlə
Əksər yerlərdə payız-qış mövsümü başlayanda insanların problemi 1-ə 5 artır. Gördüyünüz kimi gənc bir oğlan da ayağına keçirib salafanı və deyir ki, mənim şalvarım niyə palçıq olmalıdır? Yeri gəlmişkən bu salafan torbalar məsələsinə də diqqət eləyək. 5 qəpiyə olanları 7 qəpiyə elədilər, 3 qəpiyə olanları da 5 qəpiyə elədilər. Və elə bu baxımdan da həmin aidiyyatı qurumlar, hansı ki bu salafan torbaları istehsal eləyənlər də ruhumuz inciməsin deyə qəpik-qəpik bu qiymətləri artırırlar. Əvvəl ümumiyyətlə alış-veriş eləyəndə salafan torbalar pulsuz şəkildə verilirdi. Ondan sonra isə bunu keçirdilər 3 qəpiyə, 5 qəpiyə ölçüsündən asılı olaraq. İndi də 7 və 5 qəpik arası qiymətlər dəyişir. Gələn il, məsələn, yanvarın 1-də o salafan torbaları 10 qəpiyə alsaz, heç də təəccüblənməyin, qiymətləri yavaş-yavaş qaldırırlar ki, bizim də immunitetimiz buna uyğunlaşsın. Yəni, qiymətlər də mərhələli şəkildə qalxır ki, o birdən artımı görüb beynimizə qan sızmasın. Davam edirik. Paytaxtın Suraxanı rayonu Günəşli qəsəbəsində bir binanın sakinləri qonşuluqda tikiləcək binaya görə MTK rəhbərliyinə etiraz edirlər. Şikayətçilər həm ərazinin sürüşmə zonası olmasına, həm də binaların yaxın məsafədə tikiləcəyinə görə şikayətçidirlər. Əməkdaşımız Rəşad Vəkiloğlu sakinlərlə həmsöhbət olub, izləyək. Bu ekskavatorun həmin döyəşdən bir şey qazanda evdə artıq qapılar örtülmür, üst-üstə minir. Bu hamısı artıq sürüşmədir. Əvvəl ağacları çıxarmışdılar. Şikayət əsasında çıxarılan ağaclar yenidən əkilmişdi. Həmin vaxtdan 11 ay ötüb. İndi nə ağaclar var, nə də yaşıllıq. İllərdir 27 saylı binanın sakinləri qazıntı aparılan yerdə park salınması üçün mübarizə aparırdı. Lakin olmadı. Ərazidə 2 ədəd 9 mərtəbəli bina inşa ediləcək. Qazıntı aparanda binamız silkələnir. Öyrəndim ki, müəyyən məndə 60 metr olmalıdır. Biz istəyirik ki, heç olmasa bunu apar tik 30 metr bu tərəfdə, nə istən tik. Yanğın oldu. Yanğın maşını hardan gəlib bura girəcək? Məni bu maraqlıdır. Başqa heç nə. Tutqanın 24 saatı qazıntı gedir. Gecə səhər yatmaq mümkün deyil. Sürüşmə zonasıdır bura. Orada bir qayanı vurur, elə bir ki, evin içində adam beyninə vurur. Belə şey olar. Buradan demişlər 17 metr yer qoyacaq, 1 metr yer saxlayıblar. Sakinlər isə yenə də şikayətçidirlər. Bu dəfə isə ağacların məhv olmasına görə deyil. Etibar MTK tərəfindən yaxınlıqda tikiləcək binaların onların yaşadığı binaya yaxın məsafədə tikilməsinə görə. 2, 3, 4, 5, 6, 7, 8, 9 düzəlir. Şahidlərin sözlərinə görə son 20 il ərzində bu ünvanda dəfələrlə bina tikilməsinə mane olublar. Yeni tikiləcək bina ilə bu yaşayış binasının ara məsafəsi 9 metrdən də biraz az olacaq. Ərazinin sürüşmə zonasını nəzərə alan buradakı sakinlər illərdir ki, burada çoxmənzilli binanın tikintisinə etiraz edirdilər. Artıq etiraz nəticəsiz qaldı və burada yeni çoxmənzilli binanın inşasına başlanılıb. Sakinlər deyir ki, binaların inşasına ayrılan torpaq sahəsi qayaların üzərində yerləşdiyi üçün yeraltı qayaların çapılması onların da binasına təhlükə yaradır. Lakin MTK rəhbərliyi sakinlərə inşa edəcəkləri binalarla yaşayış olan bina arasındakı məsafənin tikinti normativlərinə uyğun hesablandığını deyib. 27 metrə qədər o binayla məsafə var. Bu var, şəhər salma əsaslanmasında var. O çoxdur, sadəcə binanın baş tərəfində 6 metrə enində bir qaraj var, yeraltı qaraj. Tikinti şirkətinin icraçı direktoru Akif Əliyev deyir ki, həmin torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə 2014-cü ildə Etibar MTK ayrılıb. Hər iki binanın tikilməsi üçün bütün aidiyyəti qurumların icazəsi və rəyi mövcuddur. Dövlət Şəhər Salma Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhər Salma Baş İdarəsi tərəfindən 27 fevral 2025-ci ildə tikintiyə icazə verildi. Dövlət Şəhər Salma və Arxitektura Komitəsindən verilən məlumata görə tikinti işlərinin təhlükəsizliyi ilə bağlı nəzarət məsələləri Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının səlahiyyətlərinə daxildir. İnsanların şikayəti ondan ibarətdir ki, biz istəyirdik ki, burada park salsınlar. Neçə ildə müraciət etmişik, amma park salmadılar. Əvəzində 2 ədəd 9 mərtəbəli bina inşa eləyirlər və burada təməl qazıldıqca bizim də evimizə ziyan dəyir, hətta qapılarımız bağlanmır deyə orada şikayətçilərdən biri fikrini səsləndirdi.
17 metr olmalıdır. Binalar arasındakı məsafə heç 1 metr yoxdur dedi və ondan sonra da addım-addım sayıb bunun 9 metr olduğunu gördülər. Məsələ burasındadır ki, bugün vətəndaşın nə istəməsi heç də həmişə işə yaramır. Yəni, mən istəyirəm burada park salaq və bu boyda ərazi park olacaq deyə bir şey yoxdur. Bugün əgər insanların yaşayış evlərinə ehtiyacı varsa, yaxşıdır. Çünki hər kəs istəyir ki, bir isti yuvası olsun. Yaxşıdır yeni binaların tikilməsi, yüksək keyfiyyətli binaların tikilməsi. Bu çox yaxşı bir şeydir. Amma ki, burada tikinti normaları pozulubsa və yaxud da ki, tikinti normalarına zid aparılırsa tikinti işləri, bəli, burada artıq həyəcan təbili çalmaq lazımdır. O ki qaldı, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əgər bir yanğın hadisəsi baş verərsə, bir fövqəladə hal baş verərsə, bu binaya o zaman necə daxil olacaq? Siz mənə başa salın deyə şikayətçilərdən biri də belə bir sual verdi. İndi əksər binalar var ki, bir-birinə çox yaxın məsafədə tikilir və hər dəfə də bu problem qabardılır ki, əgər bu binanın birində yanğın olarsa, o birinə keçmə ehtimalı %90%-dir. Çünki bilirsiniz, küləkli havada olanda alovu külək yaya bilir. Belə olan halda da o biri binada da yanğın baş verə bilər. Ondan sonra nisbətən başladılar buna diqqət etməyə, o ölçü filan məsələsinə. Amma bütün hallarda aidiyyatı qurumlar icazə veribsə, tikinti normalar çərçivəsindədirsə, necə deyərlər, bizə heç nə demək düşməz. Proqramımıza yeni qoşulan tamaşaçıları salamlayıram. Gününüz xeyirli, uğurlu olsun dəyərli izləyicilərimiz. 077 379 0747 qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğumuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa və bizim işıqlandırmağımızı istəyirsinizsə, probleminizi də bizə yönləndirin. Gəncədə Qəbb bölgəsini əsasən benzin və dizellə təmin eləyən neft bazarının fəaliyyətinin dayanması ciddi problemlərə yol açıb. Qurumun bir çox işçiləri ilə yanaşı, kiçik yanacaq doldurma məntəqələrinin əməkdaşları və digər şəxslər də işsiz qalıb. Şikayətçilər aidiyyatı qurumlardan kömək istəyirlər. Əgər Gəncə neft bazası açılarsa, onların işsizlik problemi də həllini tapar. 6 saylı Gəncə neft bazı sahəsi təxminən 3 aya yaxındır ki, fəaliyyətini dayandırıb. Qurumun işləməməsinə bir çox səbəblər gətirilir. Amma reallıq ondan ibarətdir ki, bazaya benzin və dizel yanacağı gəlmir. Problemin əsas səbəblərindən biri kimi 6 saylı Gəncə neft baza sahəsinin təmirə dayandığı göstərilir. Lakin təmirin nə zaman bitəcəyi ilə bağlı heç bir məlumat verilmir. Nəticə itibarilə yaranan vəziyyət 3 aya yaxındır ki, davam edir. Buranı güya dayandırmışdılar remonta. Təmirə dayanıb. O da elə zəng eləyirik, deyirlər ki, mal yoxdur. Mal yoxdur. Ona görə də dayanmışıq 3 aydır, 4 aydır gəlib getmirik. Çox pis vəziyyətdəyik. Biz kimə gedib deməliyik ki, bizə pul ver, dolanaq bir tərif. 3 aydır bura bağlanıbdır neft baza. Remonta adından dayanıbdır. Gözləyirik ki, görək nə vaxt bizə iş olacaqdır ki, işləyək, evimizə çörək yaparıq. İşçi heyəti və buradan yanacaq daşıyan şəxslərə bildirilib ki, indiki halda Bakıdan yanacaq gətirsinlər. İndi Bakıdan gedib gətirir. Bütün maşınların qırığından heç gedib gəlmək nədir onadır, xeyir eləmir. Luş eləcə oturası zapravka bağlanır. Bir dənə xahiş elə adiyyəti qurumlardan bu Gəncə neft bazasını açsınlar, rahat da biz işləyik. 3 aydır ki, biz evdə dayanmışıq, işləyə bilmirik. Hərdən birdən zənglə Bərdədən, Ucardan bir maşın, Bərdədən bir maşın da Ucardan ayda bir səfər, 2 səfər gedib mal gətiririk. O da nə zapravkaya, nə də bizə xeyir eləmir. Nə deyirlər məsəl üçün? Mən buradan 10 ton 100 benzin aparanda, 1 zil benzin aparanda 180 manat ödəyirəm. Buradan aparanda, Gəncədən Daşdan aparanda 180 manat yol pulu verirəm. Yəni 30 tonu mən buradan aparanda 540-560 manat pul eləyir. Yəni heç 600 eləmir də. Amma 30 tonu mən başdan gətirəndə 1200 manat yarı ziyan eləyir. Divanlı ziyan. Məsələ ilə bağlı Sokar Petroleum Qapalı Səhmdar Cəmiyyətindən bildirildi ki, onlara məxsus Gəncə neft bazası sahəsində sentyabr ayından etibarən təmir işlərinə başlanılıb və bu məqsədlə obyektin fəaliyyəti müvəqqəti dayandırılıb. Təmir işləri başa çatdıqdan sonra Gəncə neft bazası sahəsinin fəaliyyəti bərpa ediləcək.
Təmir işlərinə bağlanılıbsa, o zaman insanların narahatçılığına da heç bir əsas yoxdur. Müəyyən müddətdən sonra böyük ehtimal ki, açılacaq təmir. Çünki yekunlaşacaq da təmirin də bir müddəti var. İnşallah ki, siz də rahat şəkildə öz qazancınızı əldə eləyə bilərsiniz. Dünya Azərbaycanlılarının həmrəylik gününə, həm də ki, yeni ilə, yəni 31 dekabra sayılı günlər qalıb. Uşaqlarla bərabər bu bayrama sevinən böyüklər də var. Məsələn, onlardan biri elə əyləşib sizin qarşınızda. Yeni il gələndə mən çox sevirəm şəxsən evi bəzəməyi və adətən mənə lağ deyilir ailə üzvlərimiz ki, balaca uşaq kimi yenə zərə aldı əlinə, orada şam ağacını quraşdırır, burada nə bilim hara nə yapışdırır. Bilmirəm, mən sevirəm yeni il bayramını. Xüsusən də o son illər çox belə maraqlı, çox gözəl, elə üzəri bəzənmiş şam ağacları da, yolkalar da satışdadır və xüsusən də bu yolkaların qiyməti yeni il yaxınlaşdıqca daha çox müzakirə mövzusu olur. Ümumiyyətlə, məsəl üçün, belə çəkilişlər görürük də. Yeni ili qeyd etmək üçün, bayramı qeyd etmək üçün bir ailəyə nə qədər məvacib lazımdır, nə qədər pul lazımdır və yaxud da ki, yeni ildə otellərin qiyməti nə qədər olur, heç bu mövzudan danışmayaq. 31 dekabr üçün 2 nəfərlik mənəm deyən otellərin qiyməti, dəyərli izləyicilərimiz, 1500, 1800, 1300 manat civarında dəyişir. Sonra da deyir ki, bəziləri pulu yoxdur. Mən həmişə bu sualı verirəm. Pulu yoxdursa, necə olur ki, oteldə bir boş yer tapmaq olmur və pulu yoxdursa, otel sahibləri, sahibkarlar necə bu qiyməti kəllə çarxa çıxara bilirlər? 2 nəfər üçün 1500 manat bugün Azərbaycan insanı üçün, orta statistik Azərbaycanı üçün əməlli başlı qiymətdir. Və 1500 manat sən həyat yoldaşına bir günlük gedir ha söhbət və otellərdə də yer götürənlər, otellər deyir ki, bir günlük ümumiyyətlə biz yer vermirik. Ən azı 2 gün yer götürməlisən. Bu eləyir 3000 manat. Və 3000 manat 2 gün sən orada əylənəcəksən və hamı kimi şəkil çəkib paylaşacaqsan ki, mən də filan bahalı oteldə olmuşam və buna görə də sən ondan sonraki 6 ayı zülümlə özünü məcbur eləyib yaşamaq zorunda qalasan. Amma ki, biz belə deyək də, o belə başqalarının yanında qürrələnməyi, mən də getdim, filan oteldə istirahət etdim deməyi sevən adamlarıq. Neysə ki, yəni otellərin qiyməti belə olanda, hansı şam ağacının qiymətinin də 30 min olması da başa düşüləndir. Gerçəkdən başa düşüləndir. Yəni 30 min deyirəm və şam ağacı deyirəm, çox maraqlıdır. Səhv etmirəmsə, ən bahalı şam ağacının qiymətidir bu, dəyərli izləyicilərimiz. Mağazalarda bir-birindən fərqli oyuncaqlar var, yeni ilə aid aksesuarlar var və eyni zamanda da bəzəkli şam ağacları var. Əməkdaşlarımız mağazalarda bayram aksesuarlarının və şam ağaclarının qiyməti ilə maraqlanıb. İzləyək görək qiymətlər necədir. Hər halda 30 minlik şam ağacının görüntüsü də mənim üçün çox maraqlıdır. Üç minə var, 5 minə var, 30 minə var, hər qiymətə var. Yeni il deyəndə təbii ki, ilk yada düşən şam ağacları olur. Artıq bayrama sayılı günlər qaldığından bütün mağazalarda hər hündürlükdə şam ağacı tapmaq mümkündür. Bu ağacların qiyməti həm materialına, həm də hündürlüyünə görə dəyişir. Məsələn, yanında dayandığımız ən hündür yolkanın qiyməti 2500 manatdır və hündürlüyü 5 metrdir. Bəs görəsən, sadəcə bayram günlərində evin bir küncündə saxladığımız şam ağacına bu qədər pul verməyə dəyərmi? Yox, dəyməz. Siz verərdiniz? Verməzdim. Nə qədər pulum olsa da o qədər pul vermərəm. Şaxta babanı neçəyə almısınız?
130 manata. Mənim üçün dəyər. Mən belə düşünürəm ki, bu gözəl bayramdır və bayramlara xəsislik eləmək olmaz. Elə dükanlar var, cib yandırır. Bir dənə oyuncağın məsələn birini qoyurlar 4 manata, 5 manata. Elə şam ağacları var ki, qiyməti demək olar öz böyüklüyündədir. Satıcılar deyir ki, bu kateqoriyaya aid yolkalar ildə cəmi 5-10 ədəd satılır və əsasən sifarişlə hazırlanaraq müştəriyə təhvil verilir. Ən baha yolkamız hal-hazırda 3500 manata qədər var. Yəni hər belə deyim ölçüdə, hər modeldə, ümumiyyətlə yolkalar belə deyim ölçüyə görə də qiyməti dəyişir və materiala görə də qiyməti dəyişir. Yolkalar aldıq, nə bilim uşaqlar üçün əyləncəli bir şeylər almışıq. 2-10 yolka almışam 100 manata. Biraz yuxarı qiymətlərdir. Yəni hər insan büdcəsinə uyğun olmaya bilər də. İndi mən də çalışıram biraz özümə münasib olanı tapım. Nə qədər artım var? Hər ölçüdə bəlkə 5 manat, 10 manat. Bundan aldıq. 2 metr 40 santimdir. 250 manata aldıq. Neçədir? Ümumiyyətlə necədir qiymətlər? Sərf elə. Qiymətlər baxır da, hərə bir qiymət qoyur. 300-ə var, 400-ə var. Qısası qiymətlər fərqli olsa da bir reallıq var. Yeni il havası istəyən hər kəs büdcəsinə uyğun seçim tapa bilər. Büdcənə uyğun seçim tapa bilərsən, bəli. Əgər istəyirsən ki, sənin də evindəki o quraşdıracağın yolka imkanlı şəxslərin evlərindəki kimi tavana dəysinsə, o zaman bir balaca çox xərcə düşməlisən. Yox, kiçik, orta ölçülü şam ağacı ilə kifayətlənirsənsə, o qədər də xərcə düşməyə ehtiyac yoxdur. Bütün hamısı, yəni insanın imkanı daxilindədir. 3500 manata yolkanı hər halda ayda 1000 manat maaş alan adam gedib almayacaq da bir mənalı şəkildə. Heç olmasa ayda 7000-8000 alan, heç inanmıram ya, ayda 7000-8000 alan adam da 3500 manat yolkaya pul versin. Amma yenə də bəzi insanlar var ki, bəli, daha gözəl görünsün onların evində yolka və eyni zamanda da bu şax-şaxalı bayram qeyd etsinlər deyə, yəni boğazından da kəsməyə hazırdır. Bu insanların öz seçimidir. Allah hamıya o qədər ruzu bərəkət versin ki, 3000-liyini yox, elə 30.000-liyini də evlərində quraşdıra bilsinlər. Dəyərli izləyicilərimiz, bilirsiniz ki, ötən həftə Elm və Təhsil Nazirliyinin dərs yükünün çoxluğu ilə bağlı, hansı ki, məktəblərdə ibtidai sinif şagirdlərinin dərs yükünün çoxluğu ilə bağlı buradan material təqdim etmişdik. Sonra da üzərindən, daha doğrusu məktəblə bağlı bir problem idi, amma dərs yükünün çoxluğundan da mən burada danışmışdım və bir balaca izləyicimiz özünü bir qədər də mənə bənzətməyə çalışıb, sadəcə o efir vasitəsilə danışa bilmədiyinə görə bir kardonun ortasını kəsib və bir televizor görüntüsü yaradıb orada və oradan o da bizə müraciət eləyib, hansı ki, Ayxan adlı balaca izləyicimiz deyir. Səidə xala, siz düz deyirsiniz. Nəyi düz deyirəm? İzləyək. Hörmətli tamaşaçılar, sözüm Səidə xalayadır. Düz deyir, dərslərimiz çox çətindir. Namazovdan keçirik, yoruluruq. Bəli, hörmətli tamaşaçılarımız, sözü Səidə xalaya idi. Düz deyir, Namazovdan keçirik və çox yoruluruq. Yeri gəlmişkən, sosial şəbəkələrdə həmin çıxışımın elə o hissəsini paylaşdım və xatırlayırsınızsa, burada da biz dərsləri saydıq, 7 dərs etdik, səhv eləmirəmsə, ibtidai siniflər üçün aşırı çoxdur, dərs yükü uşaqlar çatdıra bilmirlər, oxuya bilmirlər və bir də deyirlər ki, indi artıq hərfləmək olmaz, deyir, ibtidai sinifdə hərfləmək olmaz. Məsəl üçün, biz necə deyirdik? A-nı, A, nə oldu? Ana. Məsəl üçün, indi deyirlər ki, A-nı, A nə oldu? Yox. Nə oldu? Söz dərhal deməlisən ki, ana. Məsəl üçün, ata, bağça, şəhər, rayon. Oxumalısan sözü deyir. Bir dəfiyə, bir nəfəsə və ibtidai sinif uşağı təsəvvür eləyin də. Anamı istəyirəm deyib, efirdə nə idi? Sinifdə ağlayan ibtidai sinif uşağına deyir ki, cümləni tam şəkildə oxu. Eşitmədin, cümləni tam şəkildə oxu. O da deyir, anamı istəyirəm, mən evə getmək istəyirəm. Müəllimə də deyir ki, o cümləni tam şəkildə oxumalısan. Yəni, ümumiyyətlə, nə imkan yaradırıq ki, uşaqlar uşaqlıqlarını keçirsinlər. Az qalır 5-ci sinifdən artıq uşaqlarını orta məktəbə qoysunlar. Vallahi hər şeyin öz yaşı var. Məktəbə getməyin də yaşı var. Ailə qurmağın da yaşı var. Hər şeyin öz yaşı var da. Heç nə vaxtından daha tez effekt vermir. Düzdür, deyirlər ki, yuxudan tez oyananlar daha çox qazanırlar həyatda, daha çox şeylər əldə edirlər. Vallahi mən elə başa düşürəm ki, bizdən tez oyanan bir də digər həmkarlarımızdır. Nə qədər tez oyansaq da, vallahi o effekti
görmürük də. Elə nədirsə odur da. Heç artım filan görmürük. Nə bilim, göydən görmürük ki, bir 100 manat uça gəldi. Heç onu düşdü bizim qarşımıza. Bilək ki, səhər saat 5-də işə çatmağın belə bir avantajları var, belə bir yaxşı şeyləri var. Allah bir daha deyirəm, ruzumuzu o qədər yetirsin ki, orada-burada gözümüz olmasın. Düzdür, gözü tox insanların orada-burada gözü olmaz. Hətta ayda 200-300 manat maaş da alsalar, orada-burada gözü olmaz. İndi bu dərs yükündən danışanda da deyirlər ki, indiki uşaqlar daha çox bilir, ona görə də onlara bu qədər dərs yükü az qala azlıq eləyir demək istəyir Elm və Təhsil Nazirliyinin nümayəndələri. İndi bu bizim izləyicimiz də, Balaca Ayxan da deyir ki, bəli, biz Namazovdan keçirik, çox ağırdır dərs yükləri. Daha bir məktəbli ilə bağlı sizə məlumat verəcəm, dəyərli izləyicilərimiz. Amma burada məktəbli başqa bir ampuladadır və məktəbli şikayət etmir. Gəlin hərəmiz bir şəhidimizi tanıdaq deyə bir aksiyaya başlayıb və bu da özəl olaraq görüntü bizə gəlib. Səfərova Ayşən 70 nömrəli liseyin 3D sinif şagirdidir. Şəhidlərimizi tanıtmağa başlayıb və ilk olaraq Ayşənin payına düşən milli qəhrəman General Polad Həşimov olub. Salam dostlar, mənim adım Ayşəndir. Mən 70 nömrəli liseyin 3D sinif şagirdiyəm. Bugün qəhrəmanlarımızın uyuduğu məkana gəlmişəm. Onları ziyarət edirəm. Bilirsiniz, bura bugün sağ-sakitdir. Amma mən istəyirəm ki, onlar bizi görür. Dostlar, əslində bura gəlməkdə bir məqsədim var. Çox fikirləşdim. Bilirəm ki, hamımızın bir qəhrəmanı var. Mənim də qəhrəmanım Polad dayıdır. Polad dayı, sən bizim Polad ürəyimizsən. Polad dayı, bugün burada sənin yanındayım. Mən bilirəm ki, məni görürsən, məni eşidirsən. Mən uşaq olsam da, sənin qəhrəmanlığın haqqında çox eşitmişəm və unutmayacaq böyük bir ürək sahibəm. Polad dayı, sən müharibəni açar edin. Sən qorxunun qapısını bağlayıb qələbənin qapısını açsın. Mən bugün bir estafetə başlamaq istəyirəm. Buradan bütün məktəbli dostlarıma səslənirəm. Siz də bu estafetə qoşulun. Öz qəhrəmanınızı tanıdın. Sizi bilmirəm, dəyərli izləyicilər, amma bu görüntülər həqiqətən də məni kövrəltdi. Əvvəlcə çox təşəkkür eləyirəm bizim Balaca Ayşəni böyüdən valideynlərə. Çox vətənpərvər bir övlad yetişdirmişsiniz. İkinci də ki, özüm aparıcı olduğuma görə çox diqqətimi çəkdi. Ayşənin bu qədər səlis, bu qədər gözəl və bu qədər aramla sözlərin hamısını düzgün ifadə eləyərək, fikirləri və o qurduğu cümlələrin möhtəşəmliyi diqqətimi çəkdi. Gələcək çox parlaq olan övladlardan biri olacaq inşallah. İndi ki, bu yaşda 3-cü sinif şagirdi olaraq bu qədər böyük qəlbə sahibdirsə, bu qədər gözəl cümlələrlə fikrini ifadə eləyirsə, demək ki, həqiqətən də gələcəkdə böyük uğur qazana biləcək bizim balacalarımızdan olacaq. Çox gözəl cümlələri var idi. Deyir, mən inanıram ki, onlar bizi görür və onların hər biri, bizim hər birimizin deyir, Ayşən ki, bir qəhrəmanı var və mənim qəhrəmanım da Polad dayıdır. Hansı ki, General Polad Həşimovu nəzərdə tutur. Və deyir ki, Polad dayı məğlubiyyətin qapısını bağlayıb, qələbənin qapısını açdı. Çox gözəl bir proses başladıb Ayşən və ümid eləyirəm ki, Ayşənin səsinə çox məktəblilər səs verəcəklər və onlar hər gün fərqi yoxdur şəhidlərimiz. 1-ci Qarabağ şəhididir, 2-ci Qarabağ şəhididir, aprel döyüşçüləridir, antiterror şəhididir. Heç bir fərqi yoxdur. Gəlin elə 1-ci Qarabağ savaşından başlayaraq şəhidlərimizi tanıdaq. Bir daha onları xatırlayaq, bir daha onları yad eləyək. Bu estafeti artıq Ayşən verdi və buradan bizim izləyicilərimizə səslənirəm. Kimin övladı şəhidlərimizi tanıdaq kampaniyasına və aksiyasına qoşulubsa, övladlarınızın bu şəkildə videosunu çəkin və bizə göndərin. Biz hər dəfə bu şagirdləri də təqdim eləyəcəyik, eyni zamanda o qəhrəmanlarımızı da təqdim eləyəcəyik. Çünki Ayşənin də bu kampaniyasını məhz elə
biz buradan təqdim etdik. Ümid eləyirəm ki, ardı gələcək. Allah bütün şəhidlərimizə rəhmət etsin, yerləri cənnət olsun, Azərbaycanın başının üzərini bir daha qara buludlar almasın. Allah ordumuzu qorusun. Davam edirik, dəyərli izləyicilərimiz. Gədəbəy rayonunun Dərməndağ kəndindəki problemi diqqətinizə çatdıracağıq. Deməli, izləyicilərimizdən biri Məmmədov Elşən bizə müraciət edib. Deyir ki, 2023-cü ildən mən yoldaşımla boşanmışam. Bizim alimentlə bağlı olan pulları Hüseynov Səbuhi mənimsəyib. Biz pulların çeklərini tələb etdikdə dedi ki, sizin pulların çeki qarşı tərəfdədir. Qarşı tərəf nə zaman gəlib pulları götürərsə, onda da çeki verəcək. Hara şikayət etsək də bir xeyri yoxdur. Və izləyici deyir ki, onun ödədiyi övladları üçün verdiyi alimenti icra və probasiya şöbəsindən məmur yeyirmiş. Onun övladlarının əvəzinə öz dilindən eşidək. Mən Gədəbəy rayonu Dərməndağ kənd sakini Məmmədov Elşən Ayazoğlu. 2023-cü ildə Həsənova Dürdanə Zahid qızı ilə boşanmışıq. Daha doğrusu mən burada olmamışam, özü məhkəməyə müraciət edib boşanıb. Bizim alimentlə bağlı ödəniliyimiz pulları Hüseynov Səbuhi Xaçayoğlu mənimsəyib 8800 manat pul ödəmişik. Bunun yarısını, nəqd şəkildə yarısını kartına vasitəsilə göndərmişik. Bunun çekini istəyəndə deyib ki, qarşı tərəfdən gəlib pulu götürməyiblər. Qarşı tərəf gəlsin, pulunu götürsün, sizin çekinizi verəcəm. Bizi bu yolla alladıb. Gədəbəy rayonu prokuroruna müraciət eləmişik. Şəmkir rayonu Ədliyyə Nazirliyinə müraciət eləmişik. Bakıya müraciət eləmişik baş prokurorluğa. May ayının 7-sindən şikayət eləmişəm bura Gədəbəy rayonu. Təəssüflər olsun ki, bu qədər vaxt keçməsinə baxmayaraq heç bir nəticə yoxdur. 2 gün olar mən özüm də Səbuhinin özündən əlaqə saxladım. Mənə deyir ki, o pulu ödəyə bilmirəm, biz tək deyilik. Təəssüflər olsun ki, bir neçə ay insanın pulunu mənimsəyib belə bu yolla. Kimisinin adına kredit götürüb, kimisinin alimentini yiyib, kimisinin nəsə məhkəmə bir işini həll eləyəcəm deyib, pulunu mənimsəyib, indi qaytara bilmir. Xahiş edirəm, bu barədə bizə köməkdarlıq eləyərdiniz. Çıxılmaz vəziyyətdə qalanda verdiyi arayış güya ki, depozitə yatırıb bu pulu. Burada verib 140 manat arayışa, o pişiyib puldan. Bir də ki, 1390 manat. Qalanını da verməyib. Qızın özünə də müsahibə aldıblar. O pişi aliment kəsilən gündən bu günə deyir ki, 3100 neçə manat pul almışam. Onu da 3 ayını özümcə biləndə ki, Səbuhi pulu mənimsəyib, mən şəxsən özüm kartına göndərmişəm. Onunla da bir yerdə deyir ki, o pulu almışam. Qalan pulun hissasını verməyib. Deməli, dəyərli izləyicilərimiz, Gədəbəy rayonunu Dərməndağ kəndindən Məmmədov Elşən idi bizə müraciət eləyir və Gədəbəy rayonunun icra probasiya şöbəsindən Səbuhi Hüseynovu günahlandırır ki, mənim övladlarımın aliment pulunu Səbuhi yeyib. Yəni, qısaca desəm, Səbuhi elə hiss eləyib ki, Elşən Məmmədovun övladıdır. Deyib ki, elə mən də yeyim də, mən də onun oğluyam, mən də yeyim. Yəni, anladığım qədərilə belə olub. Yoxsa ağlı başında olan bir icra məmuru niyə kiminsə övladının aliment pulunu yeməlidir? Yeməlidir ki, ümumiyyətlə məbləğ 8800 manatdır, amma qarşı tərəfin keçmiş həyat yoldaşı əldə edib cəmi 3100 manat. Belə çıxır ki, 5700 manat pul ortalıqda yoxdur. Və Səbuhi bəy də deyir ki, mən bu pulları qaytara bilmirəm, çünki mən tək deyiləm. Belə başa düşdüm ki, bir neçə nəfər birlikdə yeyiblər bu pulu. Əslində, çox ciddi araşdırması lazım olan bir məsələdir bu. Baş prokurorluğa qədər müraciət edib bizim izləyicimiz və deyir ki, may ayından müraciət etməyimə baxmayaraq bütün aidiyyatı qurumlara. Amma heç bir nəticə hasil olmuş. Ona görə də məcbur olub, üzünü tutub Space televiziyasındakı xəbərin izində proqramına ki, siz işıqlandırın, bəlkə bizim pullarımızı yeyənlər gətirib pullarımızı qaytararlar. Xatırlayırsınızsa, bundan öncə də başqa bir yerdən bizə şikayət gəlmişdi. Orada da xanım şikayət eləyirdi ki, aylardır yoldaşım alimenti ödəmir. İcra probasiya şöbəsinə gedirəm, məmur deyir ki, haraydı? Balakənd, bəli. Balakəndən bir izləyicimiz. Deyir, gedirəm, icra probasiya şöbəsi deyir ki, məbləğ azdır, qoy üst-üstə yığılsın, ondan sonra da biz sizin pulunuzu alıb verərik.
Bəlkə orada da başqa bir proses gedir, bəlkə buna oxşar bir proses gedir. Hər halda, yəni ona görə də ayrılanda elə ayrılmaq lazımdır ki, heç olmasa siz pulunuzu, amma bu çek filan lazım olur deyə belə köçürmə yolu ilə eləyir bəzi kişilər də ki, fakt olsun da sonradan keçmiş həyat yoldaşı deməsin ki, illərdir pul ödəmir mənə. Ona görə də bunlar daha çox poçt vasitəsilə ödəyirlər bu pulları. Neysə ki, Allah ürəyinizə insaf salsın Səbuhi bəy, amma başqasının övladının pulunu yemək olmaz. Ola bilsin, indi siz udmusunuz gedib o yolları mədənizə, daha doğrusu o pulları mədənizə. Bu o demək deyil ki, mədəniz xəstəliyi tapmayacaq. Mədənizdə hansısa bir yara aşkarlanmayacaq. Gec olur, amma bəzən də güc olur. Hər halda bu izləyicimizin dediyidir, onun dediyindən çıxış eləyərək deyirəm, amma Səbuhi bəyin də bununla bağlı xüsusi bir fikirləri varsa 077 379 07 47 qaynar xəttimizə video çəkib göndərə bilər. Qarşı tərəf kimi cavabınızı eşitməyə hazırıq. Qaynar xətt nömrəmizi gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizə foto və yaxud da ki, video göndərə bilərsiniz. Eyni zamanda, əgər probleminiz varsa və bizim işıqlandırmamızı istəyirsinizsə, probleminizi də bizə çəkib göndərə bilərsiniz. Pensiyalarla bağlı gözlənilən qərar, sistem dəyişə bilər. Bununla bağlı xəbəri diqqətinizə çatdırıram. Ondan sonra isə Azərbaycanda çovğunlu qış başlayacaq, qar artıq ölkəmizə doğru yaxınlaşmaqdadır deyə bir xəbər də var, onu da sizə təqdim eləyəcəm. Vəfat etmiş şəxsin pensiyasının yığım kapitalının taleyi yenidən müzakirə olunur. Təklif edilir ki, belə vətəndaşların kapitalı ailə üzvlərinə qalsın. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu yanaşmanı qətiyyətlə qəbul eləmir. Yığım kapitalı kimə məxsusdur? Bu vəsait vərəsələrə verilə bilərmi? Bununla bağlı İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli danışıb və o deyib ki, Azərbaycanda pensiya sistemi sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərir. Yəni, hazırda işləyən şəxslərin sosial ödənişləri təqaüd alanların pensiyalarının maliyyələşdirilməsinə yönəldilir. Beynəlxalq təcrübə göstərir ki, yığım kapitalı tam olmasa da müəyyən hissənin vərəsələrə ötürülməsi, mümkün də ailə üzvlərinin bu vəsaitdən istifadə etməsi bir çox ölkələrdə qanunla təmin olunur. Azərbaycanda isə bəzi hallarda kifayət qədər yığım kapitalı formalaşdıran, lakin vəfat edən şəxslərin vəsaitindən vərəsələr yararlana bilmir. Halbuki, həmin kapital vətəndaşın öz gəlirlərindən ayırdığı və gələcəyini təmin etmək üçün topladığı vəsaitdir. İqtisadçı bildirir ki, bu məsələ müxtəlif mexanizmlər əsasında araşdırmalıdır və optimal model müəyyən edilməlidir. Dünya təcrübəsi üzərində müəyyən təhqiqatlar aparılmalı və yekun qərar qəbul olunmalıdır. Hətta bəzi ölkələrdə yığım kapitalı vəfat edən şəxsin ailə üzvlərinə tam şəkildə ötürülür. Təklif edirəm ki, Azərbaycanda da ən azı yığım kapitalının müəyyən hissələrinin vərəsələrə çatdırılması təmin edilsin. Bu addım insanların pensiya yığımına olan inamını artırar və sosial fonda ayırmalarını daha da təşviq eləyə bilər deyə Eyyub Kərimli qeyd edib. Bəli, bəzi insanlar var ki, onlar deyirlər ki, mən heç 65 yaşa qədər yaşamayacağam, amma deyirlər ki, o vaxtda sən pensiyaya çıxacaqsan və pensiya alacaqsan və Azərbaycanda da ümumiyyətlə belə deyək də uzun ömürlülər statistikası da o qədər çox deyil, xüsusən cənub bölgələrindədir. Uzun ömürlər 100 və 100 yaşın üzərində olanlar Allah daha uzun ömür versin. Amma ki, insanların bu pensiya kapitalını, hansı ki, dünyasını dəyişmiş atasının və yaxud da ki, anasının pensiyasını 2 illərlə o yığılır, toplanır həmin şəxsin adına. Allah ömür vermir 65 yaşa qədər. 60 yaşında dünyasını dəyişirsə, onun yığdığı maliyyə elə o şəkildə qalmalıdırmı? Ən gözəli odur ki, bəli, onun ailə üzvlərinə həmin pensiya təqdim olunsun. Amma Əhalinin Sosial Müdafiə Nazirliyi bu məsələ ilə razı deyil ki, dünyasını dəyişdirsə adam, elə pul yenə də olduğu yerdə qalsın. Necə deyərlər, nə çatar, nə də ki, batar məsələsi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələyə belə yanaşır. Və nəzərə alsaq ki, Azərbaycanda pensiya yaşının aşağı salınması ümumiyyətlə gündəmdə deyil. Bu o deməkdir ki, bizim bağışladığımız pullar çox olacaq. Məsəl üçün, mən də illərdir, 25 ildir mən işləyirəm
Səhv etmirəmsə 23 ildir artıq mənim də o pensiya kapitalım formalaşır. İndi Allah mənə ömür vermədi. 50 yaşında necə deyirlər, başımı yerə qoydum, öldümsə bu o deməkdir ki, elə pul qalacaq. Bəs illərlə mənim maaşımdan tutulan, sabah mənim uşağım niyə istifadə eləyə bilməsin ki onun üçün? Və yaxud da ki, niyə mənim həyat yoldaşım istifadə eləyə bilməsin? Və ya anam niyə istifadə eləyə bilməsin, yəni ailə üzvlərim? Sonuçda hamımızın gözümüzü tikdiyimiz yaşlananda 5 manat, 3 manat alacağıq məsələsidir. Buna da ömür yetmirsə, ala bilmirsənsə, bağışlanılmalıdırmı bu məbləğ? Ümumiyyətlə, burada da düşünürəm ki, müəyyən məsələlər var. O, bəzən deyirlər, pensiya yaşı Avropa ölkələrinə uyğun artırılır. Orada da 65 yaşda çıxır kişilər və qadınlar pensiyaya. O, bəzən bizim millət vəkillərimiz var. Hətta onlar təklif eləyirlər ki, bir qədər də artıraq. Güya ki, Azərbaycanda orta statistik ömür 100 yaşdır. Bunlar deyirlər ki, bir qədər də artıraq. 65 yaş cavan görsənir onlara görə. Ona görə də təklif eləyirlər ki, bir qədər də artıraq. Məsəl üçün, bunu Avropa ölkələrinə, dünyanın böyük ölkələri ilə uyğunlaşdırırlar. Amma bir şeyi nəzərinizə çatdırım ki, Avropa ölkələrindən, dünyanın digər ölkələrindən bura üz tutan pensiyaçılara baxanda, təqaüdçülərə baxanda. Elə bilirsən ki, onların 20-25 yaşı var, hansı ki 60 yaş üzərində olanlardır. Bizim pensiyaçılarımıza denən ki, get Türkiyədə istirahət elə, deyəcək, abala, başın xarab olur sən, nənən qurban, mənim istirahət eləyən vaxtımdırmı? Bir tikə pensiya alıram, qoy da onu oturum rahatcana evimdə yiyim. Yəni, bəzən bu müqayisə olanda siz başqa şeylərlə də müqayisə eləyin. Onların təqaüdçülərinin həyat tərzi ilə bizim təqaüdçülərin həyat tərzini müqayisə eləyin. Onların kəndləri ilə bizim kəndləri müqayisə eləyin. Bizim artıq qaynar xəttimiz donur. O qədər ki, qazla bağlı şikayət gəlir o qaynar xəttdə. O qədər gəlir ki, artıq donur. Yəni, qaynar xəttdə o şikayətləri çəkə bilmir. Ona görə də müqayisə eləyəndə uyğun müqayisə eləyək. Mən çox arzulayardım ki, ümumiyyətlə, Azərbaycanı hər kəs nümunə olaraq çəksin. Filan, düzdür. Ölkəmiz gözəlləşir, həddindən artıq gözəlləşir. Siyasi baxımından çox güclü ölkədir ölkəmiz. Amma kaş ki, insanların sosial rifah halı da yaxşılaşardı. Kaş ki, və onda bəli, artıq bizim həyat şəraitimiz də yaxşı olacaq və insanlar nə yağan qardan qorxacaqlar, nə yağışdan qorxacaqlar. Hansı ki, elə indi diqqətinizə çatdıracağam ki, dəhşətli şaxtalar, qar gəlir, soyuq gəlir, Azərbaycana da yaxınlaşır, hətta tarixin də bilindiyi deyilir. Deməli, bəzi sinoptiklər əsrin qışının yaxınlaşdığını iddia eləyirlər, bildirirlər ki, zəifləmiş qütb burulğanı səbəbindən Almaniya və qonşu ölkələr bu qış qeyri-adi dərəcədə soyuq hava ilə üzləşə bilərlər. Ekspertlərin çoxu xüsusilə bayramdan sonra Arktik soyuqların ehtimalının yüksək olduğunu qeyd eləyirlər. Kəskin soyuqlar Azərbaycan iqlimi üçün də keçərli olacaqmı? Bununla bağlı Səma və Ekososial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri ekoloq İradə Həsənova deyib ki, bu il şimal qütb rayonlarının hava şəraitində qeyri-adi dəyişikliklər proqnoz edilir. Artıq bəzi Avropa ölkələrinə əsrin qışı olacağı xəbərdarlığı da edilib. Bu cür soyuq hava dalğaları Azərbaycana da təsir eləyəcək, lakin Avropadakı qədər kəskin olma ehtimalı nisbətən azdır. Elmi təhqiqatlar göstərir ki, zəif stratosferik vortek və ya qütb burulğanı hadisələri zamanı şimal yarımkürəsində orta enliklərdə temperatur anomallikləri mövcuddur. Ay başa düşdüm. Bu elə deyin ki, hamımız başa düşək də qurban olum sizə də. Bu yazıq kənddə oturan Fatma xala nə anlasın, necə olacaq hava? Heç mən başa düşmədim ki, necə olacaq. O, buradan yaxınlaşır, buradan çıxır. Başa düşürəm, onlar bu elmi dil də izah edirlər. Amma valla Fatma xalıya, Həsən dayıya elmi dil lazım deyildi. Onlar istəyir ki, onun dilində anladasan onlara ki, nə olacaq? Boran mı olacaq, qar mı olacaq, tufan mı olacaq? Bu, buradan gəldi, oradan çıxdı. Neyse, heç xəbərin arxasında oxumaq istəmədim. Uzun sözün qısası, bircə anladığım oldu ki, dəyərli izləyicilərimiz, dəhşətli şaxtalar, qar çovğun dünya ölkələrində hökm sürür və bu Azərbaycana da təsir göstərəcək. Düzdür, bir o qədər
kəskin olmasa da, amma Azərbaycana da soyuq qış gələcək. Bəzilər deyir ki, artıq dekabr ayıdır, amma qışı hiss eləmirik. Narahat olmayın, yeni ildən qışı da hiss eləyəcəksiniz. Və deməli, biz davam eləyirik digər qaynar xəttimizə gələn şikayətlərlə. Dəyərli izləyicilərimiz, yeri gəlmişkən, qaynar xətt demişkən diqqətinizə çatdırım. 077 379 07 47 bizim qaynar xətt nömrəmizdir. Gördüyünüz, şahid olduğunuz hadisələrlə bağlı bizim qaynar xəttimizə foto və yaxud da ki, video çəkib göndərə bilərsiniz. Eyni zamanda probleminiz varsa, bizim qaynar xəttimizə yenə də video formatda müraciətinizi eləyə bilərsiniz. Amma çox xahiş edirəm, icra başçıları ilə bağlı şikayət eləməyin. Çox xahiş edirəm. Siz rahat yatırsınız, amma valla mən rahat yata bilməm. Xahiş edirəm. Ümumiyyətlə, bugündən söz vermişəm. Heç bir icra hakimiyyəti haqqında heç nə deməyəcəm. Kişi qızı sözü. Yox, verməyim. Çünki bəzən özümə tam arxayın da olmuram. Söz verərəm, sonra sözümdən qaçaram. Rəhmətli atamın narahat eləməyim, necə deyərlər. Və davam edirik dəyərli izləyicilərimiz. Deməli, Babək rayonu, Babək prospekti 78 ünvanından izləyici bizə deyir ki, Xətai rayonu, icra başçısı deyən kimi gözüm qaralır, üzürür sayı. Yəni, Xətai rayonunun Babək prospektindən gedir söhbət. Demək ki, Səbinə Hüseynova adlı bir izləyicimiz deyir ki, Səidə xanım, biz küçə itlərinin qorxusundan küçəyə çıxa bilmirik, xahiş edirik, bizə köməklik göstərəsiz. Salam, Xətai rayonu, Babək prospekti 78-dən mən sizə müraciət edirəm itlərlə bağlı. Əslində başqa yerlərə müraciət eləmişik, amma baxan yoxdur. Ona görə çox xahiş edirəm, bizə bir köməklik göstərəsiz. Çünki itlərin sayı günü-gündən artır. Qorxuruq bayıra da çıxmağa, uşaqlar da dərsə gedir, dərsdən gəlir, elə böyük özü olsun. Vallahi adam ehtiyat eləyirsən də, sürü ilə gəzirlər. Gördüyünüz kimi. Hətta çəkilişi də mən düşüb aşağıdan eləyə bilmədim də, elə balkondan çəkmişəm bunları. Çox xahiş eləyirəm, yəni bizə bir köməklik göstərərdiniz. Biz hara müraciət eləyə bilərik? Deməli, adam eyvanından çəkib bu görüntüləri və deyir ki, küçə itlərinin əlindən hərəkət eləyə bilmirik. Düzdür, bizdən köməklik istəyir, amma bizim belə bir, yəni, heyvanları yığmaq üçün nə alətimiz var, nə maşınımız var. Amma ki, aidiyyatı qurumlara biz buradan müraciət eləyə bilərik ki, insanlar bəli, küçə itlərindən çox əziyyət çəkirlər. Çünki bəziləri var ki, xəbərsiz bir də görürsən ki, gəldi, yapışdı ayağından. Ha, başa sal ki, mən yaxşı insanam, məni tutma. O, onsuz da, yəni onu necə deyərlər, anlaya bilməyəcək. Amma bu həqiqətən də artıq problemə çevrilir, çox təəssüf ki. Davam eləyirik. Zərdab rayonu Qoruqbulaq kəndindən izləyicimiz Validə Mehdiyeva bizə yazır. Deyir ki, keçən dəfə sizə video çəkib göndərmişdim. Amma təəssüf ki, siz də işıqlandırdınız, məsələyə baxan olmadı. Evimin qabağı su ilə doludur. Evimin qarşısındakı kanalın axını tutulduğu üçün kanalın suyu dolu. Bu da suyun evə daxil olmasına səbəb olur. Hazırda bütün bu üfunət qoxulu kanal suyu evimə daxil olur, deyir izləyici. Və qeyd edir bir daha Zərdab rayonu Qoruqbulaq kəndi. Demək ki, biz işıqlandırmışıq, amma Zərdab rayonundan bizim işıqlandırmamıza reaksiya verən olmayıb. Eybi yoxdur, bu dəfə elə işıqlandırarıq ki, reaksiyasız ötüşə bilməz. Ən gözəli sosial şəbəkələrdə paylaşmaqdır. Burada bəzən olur da, məsəl üçün səhər tezdən hansısa müdir yuxudan durmur da və yaxud da ki, bələdiyyə sədri yuxudan durmur da. Məsələn də məmurlar yuxudan durmur. Amma sosial şəbəkədə paylaşanda o kəşfiyyətə düşdüsə, istənilən vaxt onların qabağına çıxa bilir. Bizim elə məhz bir çox problemimiz də sırf sosial şəbəkələrdə sonra verilişdən hissələr biz kəsirik, paylaşırıq və görməyənlər də artıq orada görürlər. Və bundan sonra ümid eləyirəm, inanıram ki, sizin probleminiz həll olacaq. İndi biz xanımın öz dilindən də eşidək.
Salam, hər vaxtınız xeyir. Mən Mehdiyeva Validə Yahya qızı. Sizi Zərdab rayonu Qoruqbağ kəndindən narahat eləyirəm. Mənim şikayətim Zərdab rayonunun Qoruqbağ bələdiyyəsinə aiddir. Dəfələrlə müraciət eləsək də səsimizə səs vermir. Sizdən xahiş eləyirəm. Bu mənim evimin qabağıdır. Görün mən nə vəziyyətdə yaşayıram. Su gəlib, arx daşıb, bu da kilidləşib. Yaşamaq olmur. Yayda durmaq olmur. Üfunət hissi verir. Buranı qazdıra bilmirəm, imkanım yoxdur. Oturmaq olmur, durmaq olmur. Bələdiyyənin mənə cavabı olur ki, mənim imkanım yoxdur. Mənim imkanım yoxdur. Bələdiyyənin imkanı yoxdur. Evimin qabağıdır bu. Bu vəziyyətdə yaşayıram. Bax, hörmətli tamaşaçılar, evimin qabağıdır. Zibilxana su axır gəlir. Zibillər yığılır bura. Evimin qabağıdır. Mən deyirəm sizsiz, ay cəmaət, belə yerdə yaşaya bilərsinizmi? Bu bələdiyyə hara baxır? Evimdə körpə uşağım var. 3 dənə az yaşır körpə uşaqdır. Evdə də olmuram. Gələr düşər su kanalına, boğular ölər. Ondan sonra bələdiyyə cavab verəcək vətəndaşlara. Mən dəfələrlə bu gün də getmişəm. Getdim bələdiyyəni orada tapmadım. Səbəbi bilmək istəyirəm. Niyə icra nümayəndəsi oradadır, işçilər oradadır? Dəfələrlə gedirik, biz bələdiyyəni orada iş yerində tapmırıq. Bələdiyyə seçiləndə düşürlər qapı-qapı üçün, ay cəmaət, xahiş eləyirik, bizə səs verin. Sən bələdiyyə, biz vətəndaşların səsinə səs verməyəndən sonra, müraciət eləməyəndən sonra biz bələdiyyəyə niyə səs verək? Bələdiyyə gələr oturar yerində. Bələdiyyə marketlərdə telefon satmağa oturmaz. Bələdiyyə telefon satır. Bələdiyyə uşaq dərs keçir, kurs keçir, uşağa dərsdən sonra kurs keçir, təlim keçir. Açır, vətəndaşları təhqir eləyir. Mənim deyir imkanım yoxdur. Zərdab rayonunun Qoruqbağ bələdiyyəsi xanım, sizdən çox xahiş eləyirəm. Adım xanımdır, özüm də xanım olaraq çox xahiş eləyirəm. Bələdiyyə seçilmisən. Ən sevmədiyim ifadədir, xanım. Adam deyə də bilmir. Yox, xanım nə deməkdir? Deməli, Zərdab rayonunun Qoruqbulaq kəndinin bələdiyyəsi xanım. Deyirlər ki, siz yerinizdə oturmaq əvəzinə siz ya mağazalarda telefon satışı ilə məşğulsuz, ya da ki, kurs açmısınız, təlim keçirsiniz. Yəni, sizə şikayətini götürüb gələn insanlar sizi orada tapmadığına görə şikayəti də sizə təqdim eləyə bilmirlər. Amma bələdiyyə seçkilərində siz qapı-qapı düşürsünüz ki, ay cəmaət, bəs mənə səs verin, bağ belə, bostan belə, ondan sonra da nə bağ olur, nə də ki, bostan olur, çünki siz yerinizdə tapılmırsınız. Mən xanımı izləyici demişkən işinə bələd deyiləm. Mən sadəcə burada şərhimi bizə ünvanlanan şikayət üzərindən eləyirəm ki, bəli, bir ay yarım hardasa bundan öncə bu xanım eyni şikayəti bizə etmişdi. Və bir aydan sonra təkrar şikayət eləyir ki, Səidə xanım heç gəlib baxan olmadı. Adamın evinin qabağı üfunətdir. Balota deyirlər, bataqlıqdır və deyir ki, mən burada uşaqlarım böyüyür və onlar nəfəs ala bilmirlər normal. Və az yaşlı uşaqlarda bəli, hərəkət eləyəndə düşmə ehtimalı çoxdur həmin o bataqlığa. Və hörmətli Zərdab rayon Qoruqbulaq kənd bələdiyyəsi xanım, çox xahiş eləyirik. Bu dəfə sözümüzü yerə salmayın. İndi keçən dəfə eşitməmsiz və yaxud da ki, eşitməzdən gəlmisinizsə, heç nə demirik, keçənə güzəş deyirlər. Bu dəfə heç olmasa bizi eşidin. Bizi yox, hansı sakin ki, sizə səs verib, sizin adınızın qabağına o belə bir quş qoyurlar, o quşu qoyubsa, heç olmasa siz də bir onlara nəzər yetirin. Görün, sizə aid olan nə problemi var? Həqiqətən də xanımı yaxşı anlamalıdır. Düzdür, indi bu məsələdə bir qədər o tələblər dəyişib. Amma ki, hər halda kənd yerində bir qədər başqadır mühit, rayonda bir qədər başqadır mühit. Orada insanlar daha doğmadılar, orada insanlar daha cana yaxındılar, orada insanlar daha çox köməyə gələndilər. Yəni, ona görə də hörmətli xanım, bu izləyicinin şikayətini ciddiyə alın.
Və davam edirik Daşkəsən rayonu Əhmədli kəndindən Rasim Quliyev adlı izləyicimiz şikayət göndərib bizə. Deyir ki, şikayətim oğlumun Quliyev Vasifin məsələsi ilə bağlıdır. Mənim oğlum Daşkəsən rayonu Aztelekomunda monteur olaraq çalışırdı. 11 ildir orada çalışır. Aztelekoma təzə müdür təyin olunan kimi oğlumu yola vermədi və oğluma deyir ki, mən pul verib gəlmişəm, sən də yerində qalmaq istəyirsənsə 5000 pul ver, səni yerində saxlayın. Və izləyici deyir ki, bizim pulumuz yoxdur, elə pulumuz olmadığına görə də həmin bu gələn direktor, deməli, çox təəssüf ki, adı burada qeyd olunmayıb, Aztelekomun yeni rəhbəri bu izləyicinin oğlunu işdən çıxarıb. Mən Quliyev Rasim Fərmanoğlu. Mənim oğlum Quliyev Vasim Rasimoğlu. Daşkəsən rayonunun Aztelekomunda monteur işləyirdi. 11 ildir. Aztelekomda təzə müdür təyin olan müəllim mənim oğlumu yola verməyib işdən azad elədi və mənim oğluma deyir ki, mən pul verib gəlmişəm. Sən də yerində qalmaq istəyirsənsə 5000 pul gətir. Mənim pulum yoxdur. Kasıb adamam. Pul olmadığına görə işdən azad elədi. İzləyici bir daha qeyd edirəm, Daşkəsən rayonu Əhmədli kəndindən bizə müraciət eləyib və Daşkəsən rayonu Aztelekomun rəhbərliyindən danışır, yeni rəhbərliyindən deyir ki, oğlum 11 il idi orada çalışırdı və Aztelekomun yeni rəhbəri gələndə dedi ki, mənə 5000 pul verməsin, çünki mən pul verib gəlmişəm, sən də pul verib işdə qalmalısın. Nətər deyim ki, heç kimin xətrinə dəyməsin. Nətər deyim ki, Aztelekomdan sonra zəng gəlməsin. Nətər deyim ki, Aztelekomun yeni müdürünün xətrinə dəyməsin. Nətər deyim ki, beycə rahat yatım, necə deyərlər. Ona görə də heç nə deməyəcəm. Qoy ürəyim partlasın. Keçirəm başqa problemə dəyərli izləyicilər. Çünki bilirəm ki, yüngül deyə bilməyəcəm. Çox da bərk deyəndə sonra da telefon susmayacaq da, ona görə də. Amma hər halda bu çox böyük bir məsələdir. Mən pul verib gəlmişəm bura, sən də pul ver ki, mən səni işində saxlayayım. Yenə də deyirəm, heç nə demirəm, qoy ürəyim partlasın. Üzümüzü çeviririk Lerikə dəyərli izləyicilərimiz. Lerik rayonu Şivlə kəndindən izləyicimiz bizim qaynar xəttimizə müraciət edib. Deyir ki, sabahınız xeyir Səidə xanım. Lerik rayonu Şivlə kəndində 8 şəhid var. Amma nə yolu var, nə qazı, nə də ki, düz əməlli işığı. Burada deyir, şəhid ailəsi öz vəsaiti ilə həyətinə gedən yolu təmir edib və şəhid atası Gülbaba kişinin həyətinə yolu yox idi. Bir balaca yağış olan kimi onların həyətinə Uaz markalı maşın gedə bilmirdi, deyir Coşqun Ağayev. İzləyək. Deməli, bu videoda məğz ondan ibarətdir ki, şəhid atası öz vəsaiti hesabına öz evinə yol çəkir. Yəni, kəndin yolunu asfaltlayır. Bəlkə Lerik rayonunda da asfalt zavod fəaliyyət göstərmir. Ötən gün Cənub bölgəsindən gələn şikayətdə. Orada da yol problemi var idi. Aidiyyatı qurumun rəhbəri deyirdi ki, asfalt zavod işləmir. İşə düşəndə deyirdi ki, buranı asfaltlayacağıq. Masallıda idi, bəli. İndi bəlkə Lerik, eyni bölgədir də, onsuz da, bəli. Bu da Cənub bölgəsindən. Elə Allah hamımıza imkan versin. Heç kimdən gözləməyək ki, gəlib bizə nə vaxt yol çəkəcək, gəlib bizə nə bilməyək, nə vaxt su xətti çəkəcək. Allah özümüzə imkan versin, bütün hamısını özümüz eləyə bilək.
Hər ötən gün izləyicilərimizin sayı artmaqdadır. Çox təşəkkür edirəm. Bizi seçdiyinizə görə, bizə baxdığınıza görə. Dəyərli izləyicilərimiz, mütəmadi işıqlandırdığımız məsələlərdən bir çoxu öz həllini tapır. Hansı ki, indi sizə Gəncə şəhəri Şah İsmail Xətai prospektində məlum problemin öz həllini tapması ilə bağlı video təqdim eləyəcəyik. Hansı ki, 17 nömrəli məktəbə gedən yoldan izləyicimiz bir neçə gün bundan öncə bizə şikayət göndərmişdi. Bu yol keçilməzdir, bu yolla hərəkət eləmək olmur. Yağış da yağanda ümumiyyətlə əraziyə yaxın durmaq mümkün deyil deyə izləyicimiz bizə şikayət göndərmişdi. Ötən gün isə bu şikayətlərin arasından bir təşəkkür mesajı və təşəkkür videosu almışıq ki, Gəncə şəhəri Şah İsmail Xətai prospektindəki 17 nömrəli məktəbə gedən yol bizim problemi işıqlandırmağımızdan sonra yeni asfalt örtüyü ilə döşənib izləyək. Sabahınız xeyir olsun Səidə xanım. Bu Gəncə şəhəri Şah İsmail Xətai prospektindən 17 nömrəli məktəbə gedən yoldur. Əgər xatirinizdədirsə, mən 7 oktyabrda çəkib sizə göndərmişdim vəziyyətini. Çox pis vəziyyətdə idi. Sağ olun, sizə verilişdə göstərindən sonra, işıqlandırandan sonra gəldilər, asfaltlayırlar. Ona görə də bütün sakinlər adından, 902-də yaşayan sakinlər adından sizə öz minnətdarımızı bildiririk. Çox sağ olun, işıqlandırdınız, gəldilər, asfaltladılar. İndi yekunlaşar yəqin bu gün. Yekunlaşandan sonra bir də sizə göndərəcəm. Çox sağ olun, minnətdarım. Çox sağ olun. Sağ olun. Görün, nə yol çəkdirmişik. Çəkdirmişik, biraz böyük çıxdı. Amma bütün hallarda, bəli, bu bizim zəhmətimizin bəhrəsidir ki, biz buradan səslənəndə bəzi aidiyyatı qurumlar səsimizi eşidirlər. Əslində, çoxu eşidirik səsimizi, amma məsəl üçün, bəzi deyir ki, ilin axırıdır, ona görə bizim büdcəmizdə pul yoxdur. Məsəl üçün, yeni ildə bu problemi də, 2026-cı ildə bu problemi həll eləyərik, həll istiqamətində çalışarıq filan. Yəni, belə geri dönüşlər də alırıq, amma bəzilər də var ki, elə məsələyə bir neçə müddət sonra artıq məsələnin həlli istiqamətində addım atır. Təşəkkür edirik izləyicilərə. Yolunuz hər zaman hamar olsun. Gəncədən çox sayda izləyicilərimiz var. Bütün Azərbaycan bölgələrindən, eyni zamanda ölkə xaricindən bizi izləyən çox sayda izləyicilərimiz var. Hər birinizə təşəkkür edirəm. Bir daha deyirəm, bizi seçdiyinizə görə çox sağ olun. Davam eləyirik. Şikayətlər çoxdur. Elə bil ki, biraz mən burada qatıb qarışdırmışam. Neftçala rayonunda qalmışıq, səhv eləmirəmsə. Neftçala rayonu Boyat bələdiyyəsi. Düzdürmü Neftçala rayonu? Aha. Deməli, Neftçala rayonu Boyat bələdiyyəsi Xocaverdiyev Qasım bizə yazır. Deyir ki, mən həmin qeyd etdiyim ərazidə, mənim həmin qeyd etdiyim ərazidə obyektim var, həmin obyektdə qaz yoxdur. Mən qazın çəkilməsi üçün dəfələrlə müraciət etmişəm. Qurumlar bir-birinin üzərinə atırlar. Halbuki mənim heç bir problemim yoxdur. Obyektimə qaz verməmək üçün bəhanə eləyirlər ki, güya mənim götürdüyüm obyekt yerli Xırlı Babacanlı Durovdağa aiddir. Orada neft çıxır, orada obyekt yeri ola bilməz və biz yer verə bilmərik sənə. Amma izləyici deyir ki, tam mənim obyektimin yanında digər obyektlər var, onlar normal fəaliyyət göstərirlər, onların hər bir şəraiti var. Necə olur ki, mənim obyektim həmin dağ ərazisinə düşür, amma yanımdakı obyekt dağ ərazisinə düşmür? Maraqlı sualdır, hər halda özündən də eşidək. Mən Neftçala rayon Boyat bələdiyyəsi Dördlər kəndində yaşayan Xocaverdiyev Qasım Sultanoğlu, orada obyekt yeri götürmüşəm, bütün qurumlardan sənəd veribdir və Neftçala rayon qaz idarəsi, Səlyan rayon qaz idarəsi mənim sənədimi vermir, məni atır Bakı Sokarın üstünə. Sokar da Neftçala qaz idarəsi də, Səlyan qaz idarəsində işləyən mütəxəssislər, müdürlər və müdür yardımçıları mənim sənədimi verməmək üçün mənim o qədər pulum yoxdur. Duram ona buna pul tökəm. O birisi qurumlar hamısı verib mənə sənədləri. Qaz idarəsi mənə vermir. Niyə? Nəyə görə? Səbəb nədir? Bəlkə 5-ci, 6-cı dəfədir Boyat bələdiyyəsinə müraciət eləmişəm. Ərizə yazıb göndəriblər Səlyan qaz idarəsinə.
SOCAR-a məktub göndərilibdir. Məktubda göstərilir ki, güya mənim götürdüyüm obyekt yeri Xıllı Babacanlı Durov dağa aiddir. Orada neft çıxır. Orada obyekt yeri götürə bilməzsən. Halbuki ki, mənim götürdüyüm obyektin böyründə və mənim götürdüyüm obyektdən bir 100 metrə o yana almarket tikilib. Stroy materiallar var asfaltın qırağında. Mənim götürdüyüm obyektin böyründə, obyektimə yanaşı, obyektimə bitişik, maşın yuma moyka yeri var. Nətər olur? Bunlar Xıllı Durov dağ Babacanlıya aid olmadı. Amma mənə gələndə sənətimi istəyirəm. Nətər olur sualını verir. Düzü biz bilmirik nətər olur. Çünki bu sualın cavabını aidiyyatı qurumlar verməlidir. Nətər olur ki, yanındakı obyekt düşmür o dağa, neft çıxan dağa. Amma bu ağsaqqalın obyekti həmin dağ ərazisinə düşür ki, deyirlər o neft çıxan ərazidir və orada hansısa bir fəaliyyətdən söhbət gedə bilməz. Davam edirik, dəyərli izləyicilərimiz. Sabirabad rayonunun Narlı kəndindən bir qrup ağsaqqal bizə şikayət videosu göndərib. Deyirlər ki, biz kənd cəmaatı məktəblə bağlı problemi dilə gətiririk. Bizə çox yüksək standartlara cavab verən məktəb tikilib və təhvil verilib. Amma məktəbdə istilik sistemi yoxdur. Bizim övladlarımız da, nəvələrimiz də məktəbə gedəndə donurlar soyuqda. Sabirabad rayon Narlı kənd cəmaatı cəm olmuşuq. Səbəb də Heydər Əliyev Fondunun tərəfi ilə tikilən məktəbin 3 ildir məktəb tikilib, bizə gözəl şəraitimiz var. Amma çox təəssüf ki, bugünə qədər də istilik sistemi işləmir. Gürbəcür bəhanələr düzəldirlər. Şirkətlər tikilən, onun məktəbi tikən şirkət başqasının boynuna atır. Onlar başqasının nəticədə balalarımız soyuqdan əziyyət çəkirlər. Mən çox xahiş edirəm. Bu işə əncam çəkəsiniz. Sabirabad rayon Narlı kənd cəmaatının səsin lazımı yerlərə çatdırasınız. Mən Əliyev Haqverdi Gül Əhmədoğlu, yapınız müşahid ailəsi. Mən sizdən bir ağsaqqal kimi çox-çox xahiş edirəm. Sabirabad rayon Narlı kənd sakini Abdurrahmanov Babacan Fərxudoğlu. Məktəbimizin işıq sistemi xarab, su sistemi xarab. Ondan sonra qaz sistemi vermirlər. Mən şəxsən 9 dənə nəvəm məktəbə gedirəm. Mən bu günləri məktəbə getmişəm. Məktəb buz kimi. Uşaq otura bilmir. Biz sizə xahiş edirik, bizə kömək edirik. Məktəbi tikən oğlan boynundan atır. O birisi boynuna atır, o bunun boynuna atır, bu bunun boynuna atır. Yer duran yoxdur bu məktəbə. Bizim balalarımız qırılır. Deməli, məktəb yeni tikilib istifadəyə verilən məktəbdir. İzləyicinin biri qazın olmamasından, yəni istilik sisteminin olmamasından danışdı. Digəri isə işıq da yoxdur dedi, səhv eləmirəmsə su yoxdur da dedi, istilik sistemi də yoxdur dedi və dedi ki, mənim 9 nəvəm məktəbə gedir və onlar soyuqdan donurlar. Məktəb yeni tikilən və yeni istifadəyə verilən bir məktəb olduğuna görə əslində bütün bu şərait o məktəbdə yaradılmalı idi və məktəbdə olmalı idi. Amma ki, bu dəqiqə üçün belə bir şərait mövcud deyil və biz problemi buradan diqqətə çatdırdıq. İnşallah ki, aidiyyatı qurumlar hərəkətə keçərlər bununla bağlı. Bir daha diqqətinizə çatdırmaq istəyirəm. Sabirabad rayonu Narlı kənd ağsaqqalları idi bizim qaynar xəttimizə şikayət eləyənlər. Davam edirik. Qaradağ rayonu Qobustan qəsəbəsindən də şikayət var. Buludxan Hüseynovdur sizi narahat eləyir, deyir izləyici. Bir A massiv 327 nömrəli məktəbdən bu məhəlləyə gedən yolu çəkib sizə göndərirəm. Demək istəyirəm ki, bu ərazidə işıqlandırma sistemi yoxdur. Gecələr ümumiyyətlə bu ərazidən keçmək mümkün olmur. Çünki göz gözü görmür. Qobustan qəsəbə sakini Hüseynov Buludxan çəkdiyim indiki bu mənzərə. Qaradağ rayonu Qobustan qəsəbəsindəki 321 nömrəli məktəbin yanından siment zavoda bir amassivə tərəf gedən yoldur. Sentraldır, mərkəz yoldur, bax bu. Gecə qaranlıq var, görürsünüz. Bir dənə işıqlandırma sistemi dirəlikdir. Bu dükanlardır, oba marketdir, bax bu marketin dükanı işıqlarıdır. Bu görürsünüz.
Bu da görülə bilirsinizsə, işıqlandırma sistemi üçün dirəkdir. Bastırıblar, qoşurlar. Ağa dirəklər var. Amma işıqlandırma yoxdur, işıqlar yandırmırlar. Burada hələ dirəklər var. Keçirsən sağ tərəfə zibilxanalar, sahibsiz itlər, gecə qaranlıq vaxtı. Bu yolla uşağı məktəbdən aparırıq. Gecənin bu vaxtında diqqətli olun. Qarşıdan gələn nə bir təhlükəni görürsən, nə bir sahibsiz itlər qaynaşıb küçələrdə bu itlərdən qorunmaq üçün özü uzaqdan görmürsən ki, gedəsən özün müdaxilə edirsən. Sizdən çox xahiş edirəm, bunu işıqlandırın. Bəlkə sizin səsini eşitdilər. Bu küçələrə bir çağıra çəkdim. Yəni, bu ilin, yəni 2025-ci ilin mart ayında çox hörmətli icra başçısı Süleyman Mikayılov gəlmişdi. Bax, bu məktəbdə, 321 nömrəli məktəbdə görüş keçirirdi. Orada mən ondan xahiş etdim ki, gecə vaxtları uşaqları məktəbə sübhdən aparmağa gətirmək. İşlər yoldur da bura. Dəqiqəsi təhlükədir. Söz verdilər bir həftəyə. Yəni, mart ayının 13-sində söz verdilər bir həftəyə. Az qalıb bir il olsun. Allah sizə kömək olsun ki, bastırmışsın, işığın buraxın da. Deməli, Qaradağ rayonu Qobustan qəsəbəsindən olan şikayət idi. Bira Masivi 321 nömrəli məktəb və məhəllə arasında olan yol. İzləyici deyir ki, çox hörmətli icra başçımız, Qaradağ rayonu icra başçısı burada tədbirə gəlmişdi. Bizə söz verdi, amma söz versə də hələ ki, heç bir tədbir görülmür. Yəqin ki, dediyim kimi, ola bilsin ki, 2026-cı ili gözləyirlər ki, maliyyə ayrılsın, büdcə ayrılsın və ondan sonra da o işıqlandırma məsələsini həyata keçirsinlər. Yer gəlmişkən, ötən gün İsmayıllı rayonunda da işıqlandırma ilə bağlı bizə problem daxil olmuşdu. Amma bilirsiniz ki, biz həftənin 5-ci günü İsmayıllıya getmişdik. Bir problem var idi, onu yerində görmək üçün və işıqlandırmaq üçün. Orada söhbət əsnasında İsmayıllı rayon icra hakimiyyətindən belə məlumat aldıq ki, yüksək standartlara cavab verən işıqlandırma sistemi qurulub və çox böyük ərazini də o özündə ehtiva eləyir. Hətta biz o işıq dirəklərini də gördük. Hamısı yeni qurulan işıq dirəkləridir. Uzun bir, yəni kilometrlərlə hesablanacaq yoluydu. Sadəcə deyir ki, bu ərazinin işıqlandırılması, İsmayılın işıqlandırılması üçün kifayət qədər çox pul lazımdır və bunların hər biri ölçülü biçili şəkildə salınmalı da artıq o, bilmirəm də, yəqin ki, rayonun büdcəsinədirmi, yoxsa necədir, ondan sonra onun işıqlandırılması həyata keçiriləcək. Elə ötən gün bununla bağlı bizə şikayət gəlmişdi. Niyə buradan təqdim etmədik şikayəti? Çünki biz artıq onun cavabını bilirik. 2026-cı ildə mərhələli şəkildə o ərazilərin işıqlandırılması üçün, əgər rəqəmi səhv yadımda saxlamamışamsa, deyildi ki, Azəri İşığın çəkdiyi bu işıqlandırma sistemi ilə İsmayıllını işıqlandırmaq üçün, ümumiyyətlə deyirlər ki, o işıqlarla İsmayıllı işıqlananda sanki hər yerdə çılçılaq yanır da, yəni o qədər işıqlı olacaq ki, İsmayıllı rayonu və o işıqlandırmanı həyata keçirmək üçün əməkdaşlar da müəyyən idi, unutmamısınızsa. Səhv etmirəmsə 1 milyonun üzərində deyildi maliyyə lazımdır, yoxsa 100 minin üzərində illik maliyyəni deyir ki, bu qədər vəsait lazımdır ki, illik bu ərazini 100 mindən yuxarı deyildi. 100 mindən yuxarı, bəli, maliyyə lazımdır ki, il ərzində o çəkilən işıqlarda işıq yansın və insanlar da rahat işıqlı yollarda hərəkət etsinlər. Və bu 100 mini də ayıracaq qurum olmalıdır, bu büdcəyə salınmalıdır və s. və əlaxır. Yəni, belə bir mərhələli şəkil var. İndi yəqin ki, bu məsələdə də mərhələ hələ gəlib, ora çatmayıb. İnşallah ki, yolumuz da işıqlanar və artıq biz işıq problemindən də burada danışmarıq. Belə dəyərli izləyicilərimiz, bugünlük və bu saatlıq mənim sizə çatdıracağım xəbərlər bundan ibarət idi. Sağollaşmamışdan öncə geyimimə görə Moda Plus qadın geyimləri mağazasına sonsuz təşəkkürümü bildirirəm. Orada çox gözəl geyimlər var, dəyərli xanımlarımız. Mütləq yolunuzu salın və ən gözəl geyimləri siz də oradan əldə eləyin. Xüsusən də münasib qiymətədir. Bunu özəl olaraq vurğulamaq istəyirəm. Belə, mən sizdən ayrılıram, siz isə bizdən ayrılmırsınız. Çünki
Çünki bizim efirdən sonra bir neçə dəqiqədən sonra daha doğrusu Tarix Əliyevin Tarixin Bir Günü proqramı efirdə olacaq. Bugün çox gözəl qonaqları var. Çox dəyərli insanlar həmin efirin qonağıdır. Ona görə də mütləq şəkildə izləyin. Qismət olsa biz sizinlə sabah yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın.